Salam olsun izləyicilərimizə. Bugün 2019-cu ilin ümumi qabiliyyət imtahanının riyazi hissəsinin suallarını təhlil edəcəyik. Əgər videonu bəyənsəz, videoya like atmağı, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Əlaqə saxlamaq istəyənlər videonun açıqlama hissəsindəki əlaqə məlumatlarını istifadə edə bilərlər. Nəzərinizə çatdırım ki, bu izah elədiyimiz videolar 2019-dan aşağı illərə doğru getdikcə yalnızca birinci variantın nümunələri olacaq. Yəni ona əsasən işləyərsiniz. Deməli, baxaq 41-ci suala. Y böyükdür 4 vurulsun x minus 9 belə bir ifadəmiz var və y-in qiymətini yerinə qoyandan sonra 8,4-ü bir dəyişənli bərabərsizlik almış oluruq. Oradan da x-in hansı aralıqda olacağını tapacaq. Görək indi o həmin aralıqda olan x 11,6-dan böyük, kiçik və yaxud da nə olacaq? Deməli, y-in yerinə qoyaq 8,4 böyükdür 4 vurulsun x çıx 9. İndi 4-ü bura vurmamış, gəlin hər tərəfi ilə 4-ə bölək. Müsbət bir ədədə böləndə bərabərsizlik işarəsi çevrilməyəcək. 8,4-ü 4-ə böləndə 2,1 böyükdür x çıxılsın 9-dan. Onda bizə maraqlandıran x 9-u digər tərəfə keçirəndə 2,1 üstəgəl 9 böyükdür x-dən. O da deməkdir x kiçikdir 11,1-dən. 11,1-dən kiçik olan x-lər heç vaxt həmişə 11,6-dan da kiçik olacaq. Deməli, həmişə x 11,6-dan kiçikdir. Nə bərabər, nə də ondan böyük ola bilməz. Deməli, cavab B variantı. Baxaq növbəti suala. Düzbucaqlının bir tərəfinin uzunluğu 4 cm-ə bərabərdir. Sahəsi isə 6 cm² artıqdır. Burada ümumiyyətlə tərcümə səhvi var. Mən gürcü dili versiyasına baxanda oradakı tərcüməyə əsasən 6 kvadrat santimetrdən artıqdır. Dandan şəkilçisini qoymağı unudublar deyə burada tamam fərqli cür başa düşülə bilən bir sual əlavə olunubdur. Ola bilsin abituriyent burada elə başa düşsün ki, həmin sahə 6 kvadrat santimetr artıqdır, yəni 4-dən 6 kvadrat santimetr. Əslində santimetrdən kvadrat santimetr artıq ola bilməz. Yəni 10 kimi başa düşə bilmərik də onsuz da burada, amma elə başa düşə bilər abituriyent. Yəni sahəni 10 kimi götürə bilər. Oradan tərəfin uzunluğunu, digər tərəfin uzunluğunu 2,5 kimi başa düşüb perimetri başqa cür gedə bilər. Amma burada nəzərdə tutulan şey sahənin 6 kvadrat santimetrdən artıq olduğudur. Yəni digər tərəfə x desək, bir tərəf 4, digər tərəf x. Yəni 4 vur x sahə 6 kvadrat santimetrdən artıqdırsa, deməli x böyükdür 6/4-dən. Deməli, x böyükdür 1,5-dən. Deməli, x digər tərəf n 1,5-dən uzun olur. Deməli, düzbucaqlının digər tərəfi 1,5-dən uzun olur. Bir tərəfi də 4-dən uzun idi. Onun perimetri nə tər tapacaq? Birinci düzbucaqlını çəkək, biraz daha aydın olsun. Bəlkə başa düşməyənlər ola bilər aramızda. Təbii ki, burada bərabərsizlik olduğuna görə uyğun olmayacaq. Bəlkə 1,5-dən artıq 4-dən böyük də kiçik də ola bilər. Sadəcə müəyyən bir təsvirdir. Burada 4 desək, burada 1,5-dən böyük olan x deyək. İndi burada perimetr nəyə bərabər olacaq? Sadəcə perimetr düsturunu görmək üçün. X üstəgəl 4-ə bərabərdir perimetr. 2 vurulsun x üstəgəl 4. O da x-in üstə 4 gələndə x 1,5-dən böyük bir ədəd olduğuna görə bu cəm də 5,5-dən böyük olacaq. Deməli, elə bu perimetrdə 2 vur 5,5-dən böyük olan bir ədəd olacaq 11-dən böyük. Əgər bu perimetr 11-dən böyükdürsə, deməli, ondan da istənilən bir halda böyük olacaq, cavab A-dır. Baxaq 43-cü suala. AB böyükdür B kvadratıdırsa, A bölünsün B mi, yoxsa 0 mı? Deməli, biz burada iki üsulla gedə bilərik. Birincisi, göstərim, birinci üsulumuz olsun. Əgər AB B kvadratından böyükdürsə, B kvadratını digər tərəfə keçiririk. AB çıxılsın B kvadratı böyükdür 0. Bəlkə aramızda fikirləşənlər ola bilər ki, niyə B-yə bölmədim? Uşaqlar, burada biz
B-nin müsbət və yaxud da mənfi olduğunu bilmirik. Elə bir informasiyamız yoxdur. Və bərabərsizliyin hər iki tərəfini əgər müsbətə bölsək işarə olduğu kimi qalır, böyükdür bərabərsizlik işarəsi olduğu kimi qalacaq. Amma əgər mənfiyə bölsək, burada işarə artıq dəyişir. Digər tərəfə keçir və 0 olduğunu da bilmir. Əslində heç 0 ola da bilməz. Çünki 0 olanda B A-nı 0-a vuranda 0, B-nin 0-ın kvadratı 0, 0 0-dan böyük ola bilməz. 0 ola bilməz. Amma müsbət və mənfi halında bərabərsizlik işarəsinin dəyişib-dəyişməyəcəyini bilmirik. Onu başqa cür yaxınlaşma eləmək lazımdır suala. İndi hələlik burada B kvadratını bu tərəfə keçirdik. Onda B-ni mötərizə xaricinə çıxardaq. Yazaq B vurulsun açıq B böyükdür 0. İndi fikir verin. 2 ədədin hasili B və A çıxılsın B ədədlərinin hasili 0-dan böyükdür. Bu hansı hallarda ola bilər? Ya hər ikisi müsbətdir, yəni B də A çıx B də müsbətdir, ya da hər ikisi mənfidir. Deməli, buradan çıxan birinci hal odur ki, B də müsbətdir, A çıxılsın B də müsbətdir. Hətta bunun tənlik, sistem tənlikdə hər ikisinin işarəsi nə olacaq, ona baxacaq. İkinci haldan o çıxır ki, ya ikisi də mənfidir. Yəni B də mənfidir, A çıxılsın B də mənfidir. B də mənfidir, A çıx B də 0-dan kiçikdir. İndi bu hər iki sistem tənlikdən A-nın işarəsini tapaq ki, A bölü B nisbətini bilək. Çünki buradan ancaq B-nin işarəsini bilirik, amma A-nı tam görmürük. İndi buradan bunu olduğu kimi saxlayaq. B böyükdür 0. B-ni digər tərəfə keçirək. A böyükdür B olmurmu? İndi A da B-dən böyüksə, yəni müsbət bir ədəddən böyüksə, deməli A da müsbətdir da. Deməli, A-nı B-yə böləndə, müsbəti müsbətə böləndə müsbət əldə eləyəcəyik. Deməli, buradan müsbət çıxdı bir dəfə. Müsbət çıxdı. Amma indi baxaq görək, B mənfi olanda, yəni burada A çıx B nisbəti, yəni hər iki vuruq mənfi olanda nə olacaq? Biz görürük ki, B mənfidir, B kiçikdir 0 və A çıxılsın B, buradan A-nı ifadə eləyək. A da kiçik olacaq B-dən. A da mənfi bir ədəddən kiçik olanda, deməli A-nın özü də mənfidir. Və mənfini də burada A bölü B nisbətdir. Mənfini də mənfiyə bölündə yenə müsbət eləyəcək və yenə 0-dan böyükdür. Hər iki halda 0-dan böyük olur. Yəni istənilən bir halda bu 0-dan böyük olur. A bölünsün B nisbəti, deməli bu 0-dan böyükdür. Bu oldu birinci sul. İkinci sul, əgər B-yə bölmək istəyiriksə, bir şeyi nəzərə almalıyıq. Dediyim kimi, B-nin işarəsini. İndi o ikinci sulu göstərək. Deməli, AB böyükdür B kvadratından. Yox deyilsə, biz mütləq şəkildə B-yə bölək. Onda belə eləməliyik. Əgər B 0-dan böyüksə, yəni müsbət bir ədəddirsə, A B-dən böyük olacaq. Eləmi? Yox, əgər B 0-dan kiçikdirsə, hər bir tərəfi B-yə böləndə bərabərsizlik işarəsi çönəcək. Böyük işarəsinin yerində kiçik işarəsi. Bu bərabərsizliyin qanunudur yəni. A hər tərəfi B-yə böldük. Nə olacaq? Və işarə dəyişdi. Mənfi bir ədədə böldüyümüzə görə B mənfidir. A kiçikdir B. İndi fikir verin. Birinci halda burada, ikinci hal, yenə eyni şeyə gəlir əslində. Birinci halda B müsbətdir və A da müsbət ədəddən böyükdür. Deməli, A da müsbətdir. Müsbəti müsbətə A-nı B-yə böləndə müsbət eləyəcək. Yəni 0-dan böyük olur. İndi B 0-dan kiçiksə, A da həmin mənfi ədəddən kiçiksə, A da mənfidir. Mənfini mənfiyə böləndə cavab yenə müsbət eləyəcək, yenə 0-dan böyükdür. Yəni bu halda da yenə burada verilən bərabərsizliyə əsasən A bölü B nisbətinin də ikinci sulla da 0-dan hər halda, bütün hallarda böyük olduğunu göstərdik. Biraz geniş izah oldu, amma ümid edirəm hər bir şey aydın oldu. A. Deməli, 4 eyni cür kürəciyin və 2 eyni cür kubun çəkisi bir yerdə 900 qramdır. Bir kürəciyin çəkisi mi, yoxsa 150 qram mı? İndi kürəciyin çəkisi, burada yazaq, bu da kubun çəkisi. İndi kürəciyin çəkisinə bir dənəsinin çəkisinə x deyək, kubun çəkisinə də y deyək. Bizim əlimizdə olan nədir? 4x üstə gəl 2y bərabərdir 900-ə. İndi bizdən nəyə soruşuyor? Bir kürəciyin çəkisi mi, yoxsa 150 qram mı? Hansı böyükdür? İndi bir kürəcik maraqlandıran bizi, kürəcik yəni x-dir.
Onda buradan 4x, x-ə nəzərən tənlik əldə edirik. Y-lə ifadə edəcəyik. 900 çıxılsın 2y-ə bərabərdirmi? Buradan da x bərabərdir. Bu ifadə bölünsün 4. Yazaq onda. 4. Bu da 900 bölü 4 çıxılsın 2y bölü 4'dür. O da 900-ü 4'ə bölündə 225 olur. 2y-də 4'ə bölündə 2 ilə 4 ixtisar gedir 2-yə. Burada 2 qalır məxrəcdə, sürətdə də y qalır. Çıxılsın y bölünsün 2. İndi, niyə belə bir şey yazdım? İndi biz görürük ki, bir kürəciyin çəkisi asılıdır kubun çəkisindən. Məsəl üçün, kubun çəkisi 150 olsa, 150 qram olsa, 150 bölü 2 eləyəcək 75. 225-dən 75 çıxanda, biz burada görürük ki, kubun çəkisi 150 olanda, kürəciyin çəkisi də 150 olur. Yəni, onların hamısı bir-birinə bərabər olur çəkilər. Yəni, 6 dənə olur həmin bir-birinə bərabər çəkili oyuncaq mı deyək, həmin müstəvi fiqurlarından, müstəvi deyirəm, fəza fiqurlarından. Deməli, hər birinin çəkisi 150 olur. Amma y deyək ki, 150-dən böyükdür. Y 150-dən böyük olanda, yəni kubun çəkisi 150-dən çox olanda nə olacaq? 150-dən böyük bir ədədi 2-yə böləndə 75-dən böyük bir ədəd alınacaq. 225-dən də 75-dən böyük bir ədəd çıxdıqda 150-dən kiçik olacaq. Yəni, burada bir kürəciyin çəkisi 150-dən kiçik olur. Yox, əgər kubun çəkisi 150-dən kiçik olsa, bu 150-dən kiçik bir ədəd 2-yə böləndə 75-dən kiçik olacaq. 225-dən 75-dən kiçik bir ədədi çıxanda 150-dən böyük olacaq. Onda da kürəciyin çəkisi 150-dən böyük olur. Gördüyünüz kimi, burada kürəciyin çəkisinin 150-dən böyük olub-olmamağı kubun çəkisindən asılıdır. Kuba nə versək, kürəcik də ona əsasən tapılır da, yəni. Ona görə verilən informasiya kifayət deyil. Baxaq 45-ci suala. N ilə natural ədəddir ki, 1 bölünsün 2 üstü n böyükdür 0,2-dən. Gəlin bunu belə yazaq. 1 bölü 2 üstü n böyükdür. Bunu da adi kəsir formasında yazaq. 0,2. 10-2 o da 5-də 1-dir. İndi gəlin burada məxrəclərdən azad eləyək. Tam ədəd formasında yazaq. Neyək? Həm bunun məxrəcinə vuraq hər bir tərəfi. Təbii ki, 5 vurulsun. Yəni, hər bir tərəfi 5 vurulsun 2 üstü n-ə vuranda məxrəclərdən xilas olacaq və tam bir ədəd əldə edəcək. Və bu dediyimiz ədədə vuranda bərabərliyin hər iki tərəfini. Bu ədəd biz bilirik ki, müsbətdir. Çünki 2-nin natural qüvvəti, 2-nin istənilən bir qüvvəti həmişə 0-dan böyükdür, müsbətdir. 5-ə də vuranda yenə müsbətdir. Hər tərəfi müsbətə vuranda işarə dəyişməyəcək. İndi sol tərəfi 5 vurulsun 2 üstü n-ə vursaq, alacaq 5 böyükdür. Sağ tərəfi 5 vurulsun 2 üstü n-ə vuranda 5-lər ixtisar gedəcək 2 üstü n. İndi biz də bilirik n natural ədəddir də. N yəni 1-dən sonsuzluğa kimi gedən olan ədədlərdən seçə bilərik. Amma hansılar? N görürük ki, 2 üstü n 5-dən kiçikdirsə, ya 2 üstü 1-dir, ya da 2 üstü 2-dir 4. N 3 olanda 2 üstü 3 olur. Yəni 8 5-dən böyük olur, amma doğru bərabərsizlik əldə eləmiş olmuyor. Deməli, n ya 1 ola bilər, ya da 2 ola bilər naturaldırsa. O da hər bir halda 3-dən kiçikdir. Deməli, cavab olacaq B. Baxaq 46-cı suala. Koordinat müstəvisi üzərində iki tərəfi koordinat oxu üzərində yerləşən OBCD kvadratı, yəni iki tərəfi OD tərəfi ordinat oxu üzərində, yəni Y oxu üzərində, OB tərəfi apsis oxu, yəni X oxu üzərində yerləşibdir. OBCD kvadratı və sahəsi kvadratın sahəsindən 4 dəfə az olan MOB üçbucaqlısı verilmişdir. B nöqtəsinin X koordinatı 4-ə bərabərdir. İndi biraz yaxından işləsək hətta B nöqtəsinin X koordinatı 4-ə bərabərsə, deməli bura Y koordinatı təbii ki 0-dır. 0, 4 olur. Yəni kvadratın tərəfi 4 olmuş olur. Onda kvadratın tərəfi 4-dürsə, kvadratın sahəsi nə olacaq? 4 vur 4-dən 16. Və demişdi ki bizə, yenidən ölçümüzə qayıdaq. Və bizə demişdi ki, MOB üçbucağının sahəsi kvadratın sahəsindən 4 dəfə azdır. Yəni 16 bölünsün 4 bərabərdir 4. Həmin üçbucağın sahəsi 4-ə bərabərdir. İndi biz OB tərəfini bilirik, uzunluğu 4-dür. M-dən bir dənə hündürlük çəksək, həmin hündürlük nəyə bərabər olacaq? Hətta H olsun oturacaq da belə.
sahə, üçbucağın sahəsi bərabər olacaq nəyə? MH hündürlük və tərəf və ona çəkilən hündürlük OB vurulsun 2də 1. O da bərabər olacaq 4-ə. Deməli, MH, hətta OB-ni də bilirik biz, 4-ə bərabərdir. Vur 2də 1. 2də 1 digər tərəfə keçsək, 4 böl 2də 1-dən 8. Yəni, 4MH bərabərdir 8-ə. Onda da MH bərabərdir 2-yə. 8 böl 4-dən. Deməli, MH-ın uzunluğu çəkilən hündürlüyün uzunluğu 2-yə bərabərdir. Bu nə mənaya gəlir? Bunun uzunluğu 2-yə bərabərdirsə, o mənaya gəlir ki, M nöqtəsinin Y koordinatı 2 olmalıdır. Çünki 2-dən 0-a perpendikulyar şəkildə gəlirik. Deməli, buranın ordinatı 2 olmalıdır. Amma təbii ki, biz burada X koordinatı haqqında, Y koordinatı 2-dir. Amma X koordinatı haqqında bir şey bilmirik. Ən azından görüntü olaraq biz bilirik ki, bu M-in X koordinatı bu O ilə B arasındadır da. Yəni 0 ilə 4 arasındadır. Yəni tən ortasında olsa, deməli 2-yə bərabər olacaq X koordinatı. Biraz M solda olsa, 2-dən kiçik olacaq X koordinatı. Biraz sağda olsa, 2-dən böyük olacaq. Hətta heç hündürlüyü tapmağa ehtiyac yox idi. Hətta Y koordinatını soruşsaydı sualda, daha biraz yaxşı sual olardı. X koordinatı olanda biz onu bilmirik. 0-4 arasındadır sadəcə. Görüntü olaraq o da. Onda 0-4 arasında 2-dən böyük də ola bilər, kiçik də, hətta bərabər də ola bilər. Tən ortadadırsa əgər, yəni bərabər yanlıdırsa, MO MB-yə bərabərsə 2 olacaq. Amma bu halda bilmirik, cavab C olur. İndi baxaq 47-yə. Georgi 11 yaşındadır, Şorena ondan 3 dəfə böyükdür. Gəlin Şorenanın yaşını bir dəfə tapaq, 3 vur 11-dən 33. Neçə ildən sonra Şorena Georgidən 2 dəfə böyük olacaq. Yəni, X ildən sonra, bilmirik neçə ildir, Şorena 33 plus X yaşında olacaq, Georgi 11 plus X və onların yaşları nisbəti 2-yə bərabər olacaq. Yəni, Şorena Georgidən 2 dəfə böyük olacaq, belə yaza bilərik. Onda 33 üstəgəl X bərabərdir, 2 vurulsun 11 üstəgəl X, hansı ki, 22 topla 2X-ə bərabərdir. Buradan X-i sağa keçirək, onda bərabər olacaq X bərabərdir. 22-ni də sola keçirəndə 33 çıx 22-dən 11 gəlir. Deməli, 11 ildən sonra həqiqətən də Şorenanın 44 yaşı olur, Georginin 22 yaşı olur. Şorena Georgidən 2 dəfə böyük olmuş olur. Cavab 11. Növbəti sual. Əgər X bərabərdir 3A çıx 8, ancaq Y bərabər mənfi A üstəgəl 4-dürsə, A-nın hansı qiyməti üçün X bərabər Y bərabərliyi düzgündür? Yəni, X Y-ə bərabərdirsə, onların A ilə ifadə edilmiş formalarda bir-birinə bərabər olacaq da. 3A çıxılsın 8 bərabərdir mənfi A üstəgəl 4. Bu da bir dəyişənin tənlikdir. A-nı digər tərəfə keçirək. 4A bərabər 4 üstəgəl 8. 4A bərabərdir 12-yə. A da bərabərdir 12 böl 4-dən 3. Təbii ki, cavab doğru, tənliyi doğru ədləmişiksə, A-nın yerinə 3 qoyanda, hətta qoyaq yenə də 3 vur 3 çıx 8, 1 eləyir. 3 qoyanda mənfi 3 üstəgəl 4, o da 1. Təbii ki, tənliyi düz edibsənsə, düz fikirləşibsənsə, cavabın düz olmama ehtimalı yoxdur. Deməli, A-nın 3 qiyməti üçün. İndi baxaq. Əgər çevrənin radiusunu 4 dəfə azaltsaq, onda çevrənin uzunluğu təbii ki, azalacaq və burada sahədən söhbət getsəydi, yəni oxşarlıq əmsalına əsasən, radius 4 dəfə azalırsa, sahə 4-ün kvadratı dəfə azalacaq. 16 dəfə azalır. Yəni, oxşarlıq əmsalı 4-dürsə, 2020-ci ilin testində də bu haqda danışmışdıq son sualda. Oxşarlıq əmsalı 4-dürsə, onun kvadratı, yəni sahələr digərdən 16 dəfə az olacaq. Radiusu 4 dəfə azaltdıqsa. Amma burada uzunluqdan söhbət gedirsə, yəni uzunluqda sadəcə radiusun özüdür, kvadratı deyil. Ona görə radius neçə dəfə azalırsa, uzunluq da o dəfə azalır. Amma gəlin belə də göstərək. Deməli, cavab 4 dəfə azalacaq olacaq, o heç. Çevrənin uzunluğu, hətta dairədən də söhbət gedir. Çevrənin uzunluğu 4 dəfə azalacaq. Amma dedik ki, dairə 4-ün kvadratı dəfə azalacaq. 16 dəfə. Cavab C-dir. Gəlin hətta göstərək. Tutaq ki, başda dairənin radiusu
R idi. Onda bunun uzunluğu nə olacaqdı? 2 pi r. Bu da uzunluq yazaq. Bu radiusdur, bu da sahə olsun. Sahəsi necə olacaq? Pi r kvadratı. Yəni bir ədəd üzərində göstərə bilərəm, amma sonsuz sayda nümunə varsa, gəlin bütün bu nümunələrə uyğun dəyişən formasında göstərək də. Ədəd üzərində olsa göstərib yaza bilərsiniz. Ədəd üzərində göstərəndə asan sual olur. Amma dəyişən üzərində bütün hallar üçün nisbətən çətin olur, amma daha yaxşı qavramış olacaq. İndi radius 4 dəfə azalsa, yəni bu olsa r böl 4. İndi uzunluq nəyə bərabər olacaq? R-in yerinə r böl 4 qoyuruq da. 2 pi vurulsun r böl 4-ə. 4 ilə 2 ixtisar getsə 2-yə, burada 2 qalır. Yəni pi r böl 2 olur da. Bunu silək onda. Gəlin, tapdıq buna əsasən ki, uzunluq pi r böl 2 olur. Və sahə nəyə bərabər olur? Yenə pi r kvadratına r-in yerinə r böl 4 qoyuruq. Pi vurulsun yeni radiusun, yəni r böl 4-ün kvadratı. O da bərabərdir pi r böl 4-ün kvadratı olur r kvadratı böl 16. O da bərabər olacaq pi r kvadratı bölünsün 16-ya. İndi fikir verin. Gəlin buranı silək hətta. Daha dəqiq görünsün. Sahə nə oldu? Uzunluq nə oldu? Bunu da qoyaq bura. İndi fikir verin. Radius r götürdük. Uzunluq 2 pi r, sahə pi r kvadrat. İndi 4 dəfə azaltdıq r böl 4-də. Uzunluq nə olmuş oldu? İndi bu bundan neçə dəfə çoxdur? Yəni neçə dəfə azaldı? Sadə bir şəkildə yaza bilərik. 2 pi r. 4 dəfə azaldığını açıq aydın görürük də, yəni məxrəcdə 2-dirsə, amma yenə də yazıram. Pi r bölünsün 2. İndi görək neçə dəfə çoxdur buradakı. Pi r ilə pi r getdi. 2 bölünsün 2-də 1. O bölünsün 2 vurulsun 1-də 2 deyilə, yəni 2. Yəni 4. Deməli, bu bunun 4 dəfə çoxdur, yəni 4 dəfə azalmış oldu. Bəs sahəni göstərməyə də ehtiyac oldu. Pi r kvadratı, indi pi r, daha da bura kvadratdır. İndi pi r kvadratı böl 16-dır. 16 dəfə azaldığında belə göstərdik. Yəni, radius n dəfə azalırsa, uzunluq elə n dəfə azalmış olacaq, amma sahə n kvadratı dəfə azalacaq. Təbii ki, n dəfə artanda uzunluq n dəfə artır, sahə n kvadrat dəfə artır və bunu da isbat eləmiş də olduq. Yəni, isbat eləmək də, yəni 4-ün yerinə n qoyub o şəkildə də göstərə bilərdik. Yəni, 4 dəfə artdığını, neçə dəfə artdığını. 50-ci sual. Kato ədədləri toplayarkən toplananlardan birinə 301-in əvəzinə səhvən 103 yazdı. Sonra hesablamanı düzgün həll etdi və 2018 ədədini aldı. Əgər bütün toplananları düzgün yazıb və hesablamanı düzgün həll edərdisə, Kato nə ədədini alardı? Yəni, burada hesablamanı düzgün etdi də nəzərdə tutduğu, yəni 301-in əvəzinə 103 yazandan sonra qalan ədədlərlə sadəcə toplamanı düzgün yerinə yetirdi. Başqa bir səhvə yol vermədi. Amma 301-in əvəzinə 103 yazıbsa, yəni toplananlardan biri neçə vahid azaldıbdır? Baxaq. 301 çıxılsın 103. Buradan gəlir ki, olur 198. Deməli, nə başa düşürük? Toplananlardan birini 198 vahid azaldıb, cavabı 2018 alıbdır. Yox, əgər 198 vahid azaltmasaydı, biz normalda bu cəmi 198 vahid böyük almalıydıq. Deməli, cəm normalda bundan 198 vahid böyük olmalıdır. Əgər 103-ün yerinə 301 yazsaydı, düzgün şəkildə topla. 198, o da bərabər olacaq 2018 üstə 198, yəni 200 gələndə 2228 edir. 2 vahid azaldığında 2216 əldə eləməli idi. Doğru variant kimi. Doğru yazsaydı 301-in yerinə 103 yox da 301-in özünü yazsaydı. 51. Nə deyir indi? Niko, Sandro və Vaja eyni cür dəftərlər və eyni cür qələmlər aldılar. Nika 1 dəftər və 3 qələm, Sandro 2 dəftər, 3 qələm, Vaja 1 dəftər, 2 qələm aldı. Belə. Deməli, bir dəftərin və bir qələmin qiymətini götürək yazaq da. Bir dəftərin qiyməti x olsun, qələmin qiyməti y olsun.
Deməli, Nika deyir bir dəftər 3 qələm aldı, Sandro da bu qədər, Vaja da bu qədər və Nika ilə Sandronun aldıqlarının qiymətini bizə veribdir. Sadə bir sistem tənlik gəlir. Yəni Nika bir dəftər 3 qələm alıbsa, yəni x üstəgəl 3y ödədikləri pulda x ilə y bir dəftərlə qələmin qiymətidir. Onlara nə qədər verib? 90 tetri. Sandroda 2 dəftər 3 qələm, yəni 2x üstəgəl 3y alıbdır və 120 tetr ödəyibdir. İndi açıq-aşkar görürük ki, hər ikisində 3y var. Bundan bunu çıxsaq 3y-lər gedəcək. 2x-dən də x çıxanda qalır x bərabərdir 120-dən 90 çıxanda 30. Deməli nəymiş? Bir dəftərin qiyməti 30 imiş. Bir dəftər 30 olduğuna görə, yəni 30 topla 3y 30 topla 3y. X-in yerinə 30-u qoydum. 90. Buradan 3y 60-a bərabər olur. Y də bərabər olur 20-yə. Yəni x 30 imiş. Y də qələmin qiyməti də 20 tetr imiş. İndi nə deyir? Vaja neçə tetr ödədi? Vaja deyirdi, bir dəftər 2 qələm aldı. Yəni 1 vur 30. 2-dən də qələm 2 vurulsun 20. O da bərabərdir 70-ə. 70 qəpik. İndi baxaq göstəricilərin təhlilinə. Cədvəldə 2006-2010-cu illərdə Gürcüstanda çoxillik bitkilərin istehsalı haqqında məlumat verilmişdi. Baxırıq, neçə min tondan verilibdir. Məsəl üçün, meyvələr alma, məsəl üçün 2006-cı ildə 33 min ton. Burada 101,3 min ton, yəni 101.300 ton 2007-ci ildə belə-belə burada cəmləri verilibdir. Alma cəmdə, sitrus meyvələri cəmdə neçə min ton istehsal olunubdur həmin il. Və burada üzümlə çay ayrılacaqda verilibdir. İndi bizdən nəyə soruşur? Hansı ildə Gürcüstanda istehsal olunan fındığın və qozun ümumi sayı, yəni ümumi miqdarı 33 min tona bərabər idi? Baxırıq həmin deyilən şeylərə, fındıq və qoz hansı ildə ümumi miqdarı 33 min. Yəni burada istehsala baxırıq, məsəl üçün, fındıq 23,5-dir, qoz 3,9-dur. Bunların cəmi 2006-da neçə olubdur? 33 min ola bilməz də. Təbii ki, kəsr hissələri tam ədədə çevrilməlidir. 5 ilə 9 toplayanda 0,5 ilə 0,9, 0,4 ola bilməz. Bura baxanda 2007-ci ilə həqiqətən 11,8-dən 21,2-ni toplayanda 33 mindir. Başqa illərdə olmayacaq. Baxa bilərsiniz, yoxlaya bilərsiniz. 11,8 topla 30, daha doğrusu 21,2-dir də. Bura nə eləyəcək? 0, 1 yadda, 1 ilə 1 toplayanda 1 də yadda, burada vergül ataq, 3, təkliklər mərtəbəsində, burada da estimada deyil, 33 min ton. Yəni dediyi şey 2007-ci ildə idi. İndi 53-də. Aşağıda verilmiş diaqramlarda Gürcüstanda istehsal edilmiş meyvənin, sitrusun, üzümün və çayın illər üzrə ümumi miqdarı təqdim edilmişdir. Bu diaqramlardan ikisi cədvəldə verilmiş göstəricilərə uyğundur. Qalan ikisi isə uyğun deyildir. Hansı diaqramlar cədvəldə verilmiş göstəricilərə uyğun deyildir? İndi baxaq. Gəlin bunu cədvəl yuxarıdadır, bu aşağıdadır. Biraz vaxtımız alacaq. Mən burada hər il üzrə meyvə, sitrus, üzüm və çay nə qədər istehsal olunub, onu bir cədvəl şəklində yazacağam. İndi mən burada hər birini cədvəl şəklində yazdım. Məsəl üçün, meyvə həmin ildə 2006-cı ildə neçə min ton, 2007-ci ildə neçə min ton istehsal olunub. Eyni qaydada sitrus, üzüm, çay illər üzrə ki, bir də təzədən aşağı-yuxarı eləyib başımız qarışmasın. İndi baxırıq ki, bunlardan indi meyvənin, sitrusun, üzümün, çayın diaqramlarından ikisi düzdür, ikisi səhvdir. Bizə səhv olanlar lazımdır. Baxaq meyvənin diaqramına. Təxmini baxırıq 160 civarındadır. Burada 155,5-dir. 2006-da doğru ola bilər. 2007-də 240-dan biraz aşağı 227,5 ola bilər. Baxırıq 2008-ci ildə. Biraz 100 bayaqki 2006-cı ildən azca çoxdur. Həqiqətən də 157,6, burada 155,5-dir. Ola bilər. Hər iki düz gedir. Bu da 160 ilə 200-ün ortasındadır 2009-cu ildə. O da 181,2 yazmışıq. Ola bilər. 2010-cu ildə də baxanda təxmini 120-dən biraz çox görünür. 124,1-dir. Görürük ki, meyvənin diaqramı düzdür. Bu düzdür. Amma bizə səhv olanlar lazımdır. Sitrusa baxırıq. 2006-cı ildə bu qədər ola bilərmi? Təxmini
50 civarı düzdür. Baxırıq ondan sonra bura 2007-ci ildə baxırıq 98,9-dur. Amma 98,9-a heç bənzəmir. Təxmini 100 ilə 80-in ortasıdır, amma o qədər 100-ə çox da yaxın deyil. Bu nəzərə alsaq ki, hər bir xətt, hər bir uzunluq vahidi 5-dir. Deyəsən 4 dənə qeyd olunub, hər bir dəqiq də göstərməyiblər diaqram, amma 1, 2, 3, 4 dənədir. Yəni hər bir uzunluq vahidi bu xəttlər arasındakı miqdar 5000 tondur. Amma burada deməli 100-ə çox yaxın olmalıdır. Elə buradan səhv olduğunu görürük. Başqa cür necə görə bilərik? Məsəl üçün burada 2009-cu ildə 93,6-dır, amma 100-ə dəhşət dərəcədə yaxındır. Baxın, 95-dən böyükdür. 93,6 95-dən böyükdür. Xeyr. Deməli, nəymiş? Sitrus səhv imiş. İndi üzümə baxaq. Üzüm 2006-cı ildə 160-dan biraz çoxdur. Hansı ki doğrudur, 162,5-dir. Sonra 240-dan 200, 220, 200 arasındadır. Ola bilər 2007-də 227,3. Sonra 175,8-dir 2008-də. Baxırıq, o da ola bilər hardasa. Sonra 150 olubdur. 150 ola bilər 2009-da 120 ilə 160 arasında və konkretdə deyəsən 150-dir. Burada sonra 2010-cu ildə 120,7. Baxırıq 120-dən çox azca keçibdir. Ola bilər o da. Deməli, üzüm də doğrudur. Çaya baxanda hətta artmaya, azalmaya görə də eləyə bilərsiniz. Məsəl üçün 2006-dan 2007-ə keçəndə artıbmı, azalıbmı ola bilsin, ona görə də səhvləri tapa bilərik. Baxırıq 2006-ya neçə görünür burada? Burada da 0,5-dir hər bir uzunluq vahidi. Deməli, 4,5-dən bir azca çox göstərir, amma hansı ki 6,6-dır 2006-cı ildə. Yəni, açıq-aşkar səhv olduğu görünür. 6-dan böyük olmalıdır 2006-da. Sonra baxaq 7,5 düzdür, 5,4. Nəsə bir səhv tapmışıqsa, hətta 2008-də də səhv var. 5,4 olmalıdır, amma gördüyünüz kimi 2008-də 6-dan çoxdur. Yəni çayın diaqramı da səhvdir, bir də sitrusun diaqramı səhv idi. Deməli, hansılar səhvdir? İkinci ilə dördüncü, o da nəyə uyğun gəlir? D variantına. Baxaq 54-cü suala daha doğrusu. 2009-cu ildə Kaxeti bölgəsində 83.000 ton, İmereti bölgəsində 30.000 ton, Şida-Kartli bölgəsində 16.000 ton üzüm istehsal etdilər. 2009-cu ildə Gürcüstanda istehsal edilən üzümün ümumi sayının neçə faizini qalan bölgələrdə istehsal edilən üzümün sayı təşkil edir? Deməli, 2009-da baxaq bir nə qədər üzüm istehsal olunub. Hətta burada da yazmışıq doğrusu, 150-dir deyəsən. Qoy dəqiqləşdirmək üçün də baxaq. Deməli, üzüm 2009 burada da 150-dir həqiqətən də. İndi burada bizə 3 dənə bölgədə hərəsində bu qədər. Qalan bölgələrdə görək neçə min tondur. Birinci bunları toplayırıq. 83, topla 30, topla 16. Neçə eləyir? Deməli, eləyir bizə 129. Deməli, qalan bölgələrdə nə qalır? Neçə min ton? 150 çıxılsın 129. Bərabərdir 21. İndi 21.000 ton, 150.000 tonun ümumi üzümün hansı neçə faizini təşkil edir? Deməli, yazırıq 21 bölünsün 150. Hansı hissəsini təşkil edir? 100-də də vuranda neçə faizini təşkil edir? Deməli, buradan nə edirik? Aparaq 50-yə ixtisar. Burada qaldı 2, burada qaldı 3. 21-i 3-ə böləndə elə 7 qalır. 7. Burada da 2 qalmışdı. 7 vur 2-dən. Deməli, 14 faizini təşkil eləyirmiş. İndi baxaq 55-ci suala. 2008-ci ildə Gürcüstanda istehsal olunan alçanın miqdarı əhalinin adam başına hesablama ilə 4,5 kiloqrama bərabər idi. Həmin ildə Gürcüstanda əhalinin adam başına istehsal olunan cavalının miqdarı neçə kiloqrama bərabər idi? İndi deməli 2008-də adam başına 4,5 kiloqram alsa, həmin ildə adam başına neçə kiloqram cavalı düşür? Deməli 2008. 2008-ə baxırıq, alça hardadır burada? 2008-də 18 kiloqram, 18.000 ton alça var və adam başına 4,5 kiloqram alça düşür. Bəs indi cavalı nə qədər düşəcək adam başına? Burada belə bir üsula gedə bilərdiniz ki, adam başına 4,5
4,5 kiloqram alça düşübsə və toplamda da 18.000 ton alça varsa, tapardınız ki, nə qədər əhali var? 18.000 tonu kiloqrama çevirəcəydiniz, sonra adam başına düşən alçıya böləcəydiniz, ondan əhalinin sayını tapacaqdınız, onu tapandan sonra gavalının miqdarı əhalinin sayına bölüb adam başına nə qədər gavalı düşür onu taparız. Amma çox uzundur. Burada bir yaxşı bir metod var. Əhalinin sayı tutaq ki, x olsa, adam başına nə qədər alça düşdüyünü nətər tapacaq biz? 18.000 tonu götürüb böləcəkdik x-ə. Yəni, nə qədər olacaqdı? Tutaq ki, gəlib 4,5 buna kiloqram yazaq. Bu da tondur, 1000 tondur daha doğrusu. 1000 ton olsun, belə yazaq da. Çünki 18 bölü x 4,5 biraz x-i kiçik bir ədəd tapacaq. Doğru deyil o yazılış. İndi 18.000 ton alça olanda adam başına 4,5 kiloqram alça düşür. Bəs 12.000 ton gavalı varsa, indi adam başına nə qədər gavalı düşəcək? 1000 ton. Bərabərdir. Fikir verin. Buradakı 12, 18-in 3-dəki hissəsinə bərabərdir. 18-in 3-dəki hissəsinə bərabərdirsə, ümumi gavalı, ümumi alçanın 3-dəkisinə bərabərdirsə, adam başına düşən gavalı da elə adam başına düşən alçanın 3-dəkisinə bərabər olacaq. Yəni 4,5-in 3-də-2-si. O da nə olacaq? 4,5-i 3-ə böləndə olacaq 1,35, 2-yə də vuranda 2,70 kiloqram. 2,7 kiloqram deyilə. Deməli, cavab olacaq A variantı. O birinci dediyim üsul eləsəz çox uzun olur. Amma təbii ki, cavaba çatasınız, amma vaxtınızdan xeyli girəcək. Baxaq 56-cı suala. K və N cüt natural ədədlərdir. Sadalınlardan hansı bərabərlik düzgün olmaya bilər? İndi bu sualın açığı mən verilən düzgün cavabın düz olmadığını fikirləşirəm. Onun tam tərsi olmalıdır. Yəni bizə verilən doğru cavab yalnız 2 göstərilir. Amma mənim fikrimcə burada cavab 1 və 3 olmalıdır. İndi izah eləyəcəm nəyə görə verdikləri cavab səhvdir. Bizə deyir ki, sadalınan hansı bərabərlik düzgün olmaya bilər? Düzgün olmaya bilərlə düzgün olmayacaq arasında fərq vardır. Düzgün olmaya bilər o deməkdir ki, ya bu bərabərlik ya bəzən doğru olur, bəzən yanlış olur. O deməkdir, düzgün olmaya bilər. Bəzən düzgün, bəzən deyil. Amma düzgün olmayacaq, bütün hallarda düzgün olmayacaq. K üstəgəl N 92-yə nə vaxt bərabər olacaq? Həmin cüt ədədlərin cəmi 92 olmasını istəyir də bizdən. Məsəl üçün 90 ilə 2, 88 ilə 4 belə nə qədər saymaq olar. Amma düzgün olmaya da bilər də. Niyə? 2 dənə cüt ədəd olsun, amma onların cəmi 92 olmasın. Fərq 2 dənə istədiyiniz ədədi götürün, cüt cəmi 92 olmasın, çox asandır. Yəni bu düzgün ola da bilər, olmaya da bilər. Ona görə bizim şərtə uyğun olacaq. K çıxılsın N düzgün olmaya bilər şərtinə uyğundurmu? Xeyr, təbii ki, uyğun deyil. Bu ümumiyyətlə düzgün olmayacaq şərtinə uyğundur. Yəni həmişə səhvdir. Yarı düz, yarı səhvdir deyə bilmərik biz buna. Niyə? Çünki biz bilirik ki, cütdən cütü çıxanda mütləq şəkildə cüt eləməlidir. Tək heç vaxt eləyə bilməz. Yəni düzgün olmayacaq şərtinə uyğundur. Düzgün olmaya bilər şərtinə uyğun deyil. Səhvdir. K bölünsün N 7 ola bilərmi? Cüt ədədə böləndə tək də ola bilər, cüt də ola bilər. Məsəl üçün 6-yı 2-yə böləndə tək eləyir, amma 8-i 2-yə böləndə cüt eləyir. Yəni əgər bölünən bölənin cüt qatıdırsa cüt eləyəcək, tək qatıdırsa tək eləyəcək. Nəyə nəzərdə tuturam? Məsəl üçün 6, 2. Burada bölünən bölənin tək qatıdır, 3 qatıdır. Ona görə cavab tək eləyəcək. Neçə qatıdırsa cavab o eləyir da. Amma əgər bölünən bölənin cüt qatıdırsa, yəni 4 qatıdır burada, ona görə cavab cüt eləyəcək. Yəni m ilə n ilə də 2 dənə dəyişənlə göstərsək, əgər m, n-in hər ikisi cütdür, söhbət cüt ədədlərdən gedir. Hətta k göstərsə elə yaxşı olardı. Onsuz da bizə k ilə n-i göstərib. Nəysə. Yəni m, n-in hər ikisi cüt olduqda, cüt qatı olanda cavab cüt olur, tək qatı olduqda cavab tək olur. Yəni bu doğru da ola bilər, yanlış da ola bilər. Ona görə düzgün olmaya bilər şərtinə uyğundur. Yəni mənim dediyimin canı odur ki, burada əslində bizə lazım olan cavablar düzgün olmaya bilər şərtinə 1 və 3 uyğundur. Amma bizə verilən cavab, yəni testin doğru cavabı yalnız 2 göstərir. Yəni mənim fikrimcə cavab burada budur.
Amma bizə 2-ni göstəribdi. O 2 o vaxt düzgün cavab olardı ki, bizə şərtdə deyərdi ki, sadalanlardan hansı bərabərlik düzgün olmayacaq. Yəni həmişə səhvdir, onda 2 doğru olardı. Ümid edirəm başa düşdünüz. Baxaq 57-ci suala. Kvadratın tərəfinin biri dairənin diametridir. Aha. Burada deməli ki, baxın bu tərəf dairənin diametrinə uyğun gəlir. Dairənin sahəsinin kvadratın sahəsinə nisbəti nəyə bərabərdir? Tutaq ki, radius istifadə edəcəyik deyə, yəni diametri 2-yə böləcəyik deyə, gəlin tərəfi 2A götürək. Bir də kəsrlə işləməyək də. Onda bizdən nə soruşur? Dairənin sahəsinin kvadratın sahəsinə nisbəti nəyə bərabərdir? Dairənin sahəsi nə olacaq? Yazaq ST bərabər olacaq. Bu diametr 2A-dırsa, biz bilirik ki, radius olacaq A. Bunun sahəsi də olacaq nə? Pi rulsun A kvadratı. Yəni pi A kvadratı. Bəs kvadratın sahəsi nə olacaq? Kvadratını da bilirik ki, biz tərəfi 2A-dır. Sahəsi də olacaq 2A-nın kvadratı. Mötərizə kvadratı. Yəni kvadrat həm A-ya aiddir, həm 2-yə. O da eləyəcək 4A kvadratı. İndi dairənin sahəsinin kvadratın sahəsinə nisbəti. İndi götürək dairənin sahəsinin, yəni pi A kvadratının 4A kvadratına nisbəti. Təbii ki, A kvadratları ixtisar gedir, o da qalır pi böl 4. Onsuz da bu dairənin diametri kvadratın tərəfinə bərabər olanda, o deməkdir ki, bu dairə kvadratın daxilinə çəkilmiş dairə ilə eyni dairədir. Yəni sağa sürüşdürsək, bütün tərəflərə toxunacaq. Onların da nisbəti ilə pi böl 4 eləyir. Cavab oldu A bəndi. İndi baxaq 58-ci suala. Hər bir üzvü ikincidən başlamış, öncəki üzvdən bir qədər artıq olan 4 üzvdən ibarət olan ardıcıllıq verilmişdir. Bu ardıcıllığın hər 4 üzvünün ədədi ortası 7,5-ə bərabərdir. Verilmiş ardıcıllığın 2 ən böyük üzvünün ədədi ortası nəyə bərabərdir? İndi təbii ki, burada götürüb yenə deyirəm, ədəd də qoya bilərsiniz. Amma gəlin ümumi hal üçün eləyək. Sonsuz sayda ədəd qoymaqdansa bir dənə ümumi halı öyrənmək, bir dənə ümumi halın qaydasını başa düşmək daha yaxşıdır. Yəni daha dərindən öyrənmiş oluruq. İndi gəlin, nəyə görə ikinci üzvdən başlamış deyir? Çünki birinci üzvdən əvvəlki üzv yoxdur, ona görə sırf onu qeyd edir. Bir vahid artıq deyir də, 4 üzv. Aha. Deməli, bu olacaq üçüncü üzv x üstəgəl 2, dördüncü üzvdə olacaq x üstəgəl 3. Bunların deyir, ədədi ortası 7,5-ə bərabərdir bu 4 dənəsinin. Bu 4 dənəsinin cəmi nə olacaq? 4x üstəgəl 6 bölünsün onların sayına 4 bərabərdir 7,5. Buradan açıq-aşkar x-i tapırıqmı? Təbii ki, tapırıq. 4x üstəgəl 6 bərabər çarpaz vuranda 4-ü 7,5 vuranda 30 eləyir. 4x deməli 30 çıx 6-dan 24 eləyir. X də bərabərdir 6-ya. X 6-dırsa, deməli biz həmin ədədləri tapdıq. 6, 7, 8, 9. Verilmiş ardıcıllığın 2 ən böyük üzvünün ədədi ortası bərabərdir. Neçəyə bərabərdir? 8-dən 9 nəzərdə tutur. Onların da sayı 2-dir. Ədədi ortada olacaq 8,5. Deməli, cavab oldu C variantı. Baxaq 59-cu suala. 9-dan az olan 3 natural ədədin cəmi 19-a bərabərdir. Əgər toplananlardan birini 9-dan az olan hər hansı natural ədədlə əvəz etsək, bu cəm maksimum nə qədər arta bilər? İndi 9-dan az natural ədədlər hansılardır? 1-dən 8-ə kimi olan natural ədədlər. Oradakı cəmdə biz bir toplananı başqasıyla əvəzləyəndə cəmin maksimum artmaq üçün deməli həmin oradakı toplananlardan biri bacardığımız qədər kiçik olmalıdır. Minimum olmalıdır ki, onu daha çox artıra bilək. İndi onun da minimum olması üçün birinci, ikinci, bu da üçüncü toplanan. Həmin o bir dənə toplananın da minimum olması üçün digər ikisinin maksimum olmasına ehtiyacımız var da bizimki o biri toplanan minimum olsun. Digər ikisi maksimum neçə ola bilər? 9-dan az deyirsə 8 ola bilər də hər ikisi. Deməli gördük ki, bizim o ən kiçik toplananımız 3 ola bilər. 3-dən aşağı ola bilməz. Yəni 3-dən aşağı olanda gərək o birislərdən birini artıraq. O da artıra bilmirik, çünki 9-dan az olan 3 natural ədəd deyirdi. İndi
Əgər toplananlardan birinin 9-dan az olan hər hansı natural ədədlə əvəz etsək, təbii ki, bunu minimum götürdük. Bunu da başqa bir natural ədədlə əvəz eləməklə cəmi maksimum nə qədər artıra bilərik? 9-dan az olan natural ədədlə əvəzləyiriksə, yəni bunun yerinə bunu ən çox 5 vahid artıra bilərik də. Çünki 9-dan azsa 8 eləyə bilərik ən çoxu. Bunu da 8 eləyəndə geriyə qalanlar eyni qalır. Təbii ki, toplananların ikisi eyni qalır. Birini 5 vahid artırırıqsa, deməli cəmimiz də maksimum 5 vahid arta bilər. Burada onsuz da aşağıda da qeyd ediblər. 2 dənə variantda eyni cavabı qoyublar. Fərqi yoxdur, 5-5-dir. 60-cı sual. 12 çıxılsın 3x ifadəsində Yelena və Giya x-in əvəzinə müxtəlif ədəd yerləşdirdilər. Deməli, bir dəyişənli ifadəmiz var. Yelena ilə Giyada hərəsi bir qiymət qoyur x-in yerinə. Yelena'nın yerləşdirdiyi ədəd Giyanın yerləşdirdiyi ədəddən 2 qədər artıqdır. Yelena tərəfindən alınan ifadənin ədədi qiyməti Giya tərəfindən alınmış ifadənin qiymətindən nə qədər az, nə qədər artıq olacağını soruşur. Əslində, heç bir şey yazmadan şifahi də deyə bilərəm həlli. Burada görürük ki, Yelena'nın qoyduğu ədəd Giyanın yerləşdirdiyi ədəddən 2 qədər artıqdır. İndi Yelena'nın qoyduğu 2 qədər artıq olanda, nə qədər artıqdırsa bizim çıxılanımız artır da. Çıxılanımız neçə vahid artsa, bizim fərqimiz də o qədər azalmış olacaq. Niyə? Çıxılan azalana yaxınlaşdıqca neçə vahid artırsa çıxılan, fərq o qədər azalmış olur. Çıxılan neçə vahid artacaq əgər Yelena 2 qədər artıq ədəd qoyursa? Təbii ki, təkcə x olsaydı 2 qədər azalardı. Amma onu 3-ə də vurduğumuza görə 3 vur 2, 6 qədər azalmış olacaq. Amma həllimiz təkcə bu şifahi həldə qalmasın. Gəlin belə bir şey eləyək. Götürüb, yenə deyirəm, yerinə hansısa bir ədəd qoya bilərsiniz. X-in yerinə Yelena'nın ədədi Giyan ədədindən 2 vahid artıq olsun. Sadə bir şəkildə eləyə bilərik, amma gəlin elə eləməyək. Ümumi bir hal üçün sübut eləyək 6 qədər azaldığını. Tutaq ki, Yelena'nın qoyduğu ədəd deyir, Giyanın qoyduğu ədəddən 2 qədər artıqdır. Yelena'nın qoyduğu olsun k üstəgəl 2. Giyanın qoyduğu da olsun k. Təbii ki, indi burada x dəyişəni varsa, başqa bir dəyişən istifadə eləyək. O da indi Yelena'nın aldığı ədədi qiymət, yəni k üstəgəl 2 qoyanda, Giya tərəfindən alınmış ifadənin qiymətindən nə qədər artıq ya da az olduğunu soruşur. Görək Yelena x-in yerinə k üstəgəl 2 qoyanda nə olacaq? 12 çıxılsın. Bura hətta Yelena yazaq. Burada Giyanın üçün yazarıq. K üstəgəl 2. O da bərabər olur 12 çıxılsın 3k çıxılsın 6. O da nə olacaq? 6 çıxılsın 3k. İndi Giya. Giya da yəni x-in yerinə götürüb k qoyur. Yelena'dan 2 vahid kiçik ədəd. 12 çıxılsın 3k. İndi bu Giyanın aldığı ədəddir. Bu da Yelena'nın aldığı ədəddir. Gördük ki, Yelena tərəfindən alınan ifadənin qiyməti Giya tərəfindən alınan ifadənin qiymətindən 6 vahid azdır. Yəni dəyişən hissəsi onsuz da eynidir. 2-dən də 3 qat çıxılır. Amma burada 6 12-dən 6 qədər az olduğuna görə ümumi ifadənin qiyməti də 6 qədər az olacaq. Yenə deyirəm, burada götürüb yerlərinə Yelena'nın ədədinə, Giyanın ədədindən 2 vahid artıq olan sonsuz sayda ədəd qoya bilərik. Göstərə bilərəm. Amma ki, ümumi bir hal üçün göstərmək məsələni daha yaxşı qavramağımıza səbəb olur. İndi baxaq 61-ci suala. Sürəti və məxrəci natural ədədlər olan kəsir verilmişdir. Bu kəsirin sürəti məxrəcindən 3 qədər artıqdır. Ədədinə qoymayaq. X üstəgəl 3 bölünsün x. Və bizə də deyir ki, natural ədədlər bunlar. Ona görə x natural ədəd olmuş olacaq. Belə. Deməli, x natural ədəddir. Ona x üstəgəl 3 natural olacaq təbii ki. Elə. Deməli, sürəti verilmiş kəsirin sürətindən 2 qədər azdır. Məxrəci isə verilmiş kəsirin məxrəcindən 2 qədər artıqdır. Bu kəsirin qiyməti mi, yoxsa 1 mi? Verilmiş kəsirə nəzərən deyir buradakı kəsiri. Sürəti verilmiş kəsirin sürətindən 2 qədər az. Yəni, x üstəgəl 3-dən 2 qədər az nə olacaq? X üstəgəl 1. Bəs məxrəc? Verilmiş məxrəcindən 2 qədər azdır. 2 qədər artıqdır məxrəcdə. Məxrəc də x idi, x üstəgəl 2 oldu. Təbii ki, burada mənfilikdən, müsbətlikdən söhbət belə gedə bilməz.
Niyə gedə bilməz? Çünki başda bizə demişdi ki, sürət və məxrəc naturaldır. Sürət və məxrəc natural olanda biz demişdik ki, x naturaldır. X natural olduğuna görə bunlar da onsuz da natural ədədlər olacaq, müsbət ədədlər olacaq. Və müsbət ədədlərdə sürət məxrəcdən kiçik olanda məxrəcin qiyməti, məxrəcin deyirəm, kəsrin qiyməti 1-dən kiçik olacaq. Deməli, cavab olacaq B variantı. Baxaq növbəti suala. Paralelogramın bir tərəfində 3 nöqtə, onun qarşı tərəfində 2 nöqtə qeyd edilmişdir. Hər üç təpəsi qeyd edilmiş nöqtələrə uyğun gələn üçbucaqların sayı yoxsa 9 mu? İndi bir dənə paralelogram çəkək. Aha. Deməli, bir tərəfində 3 nöqtə. Aha. Burada 3 nöqtə olsun. Digər tərəfində də 2 nöqtə. Hər üç təpəsi qeyd edilmiş nöqtələrə uyğun gələn üçbucaqların sayı. Belə bir sualı seçmə üsulundan təbii ki, nöqtələrin sayı az olduğuna görə eləmək olar. Amma əgər biz kombinezon, permutasiya bunların istifadəsini biliriksə, nəyə görə seçmə üsulundan eləyək? Nöqtələrin sayı artdıqca bu misala sərf eləyəcəyiniz vaxt artır. Amma nöqtələrin sayı artanda əgər kombinezon, permutasiya istifadə edirsinizsə bu tipli suallarda heç bir vaxt dəyişimi olmur. Yəni eyni vaxtda həll edirsiniz suallar və qısa bir vaxtda həll edirsiniz. İndi gəlin kombinezonla eləyək. Nəyə görə kombinezon, nəyə görə permutasiya yox? Çünki götürdüyümüz nöqtələrin yer dəyişməsindən fərqli üçbucaq alınmır. Tutaq ki, gəlin bunları qeyd eləyək, hətta nöqtələri A, B, C, D, Y. Tutaq ki, əmələ gətirdik ADY üçbucağını. Bu ADY üçbucağınla A7 üçbucağının fərqi varmı? DAY üçbucağının fərqi varmı? Hamısı eynidir. Yer dəyişmənin mənası olmayanda biz kombinezon istifadə edirik. Yox, mənası olanda permutasiya istifadə edəcəyik. İndi burada kombinezon istifadə edirik, amma necə istifadə etməliyik? Yəni necə üçbucaq əmələ gətirə bilərik burada? Təbii ki, biz birinci üçbucağın tərifini yadımıza salmalıyıq. Üçbucağın tərifi bizə nə deyirdi? Üçü bir düz xətt üzərində olmayan nöqtələrin cüt-cüt birləşməsindən alınan fiqura üçbucaq deyilir. İndi üçü bir düz xətt üzərində olmayan, biz baxırıq ki, burada A, B, C bu paralelogramın bir tərəfi üzərində olan nöqtələr, üçü də bir düz xətt üzərindədir. Ona görə bu üçünü götürə bilmərik. İki üsul var, iki cür. Ya bu tərəfdə, yəni 3 nöqtənin olduğu tərəfdə ikisini götürəcəyik, bu tərəfdə birini götürəcəyik və yaxud da burada ikisini götürəcəyik, üstdəki tərəfdə birini götürəcəyik. Bunların cəmini, yəni o 3 dənə olan tərəfdə ikisini götürdüyümüz variantda kombinezon 3-dən 2, yəni 3 nöqtədən ikisini 3-dən 2 üsulla seçirik, vurulsun. 2 nöqtədən də birini seçəcəyik də 3 dənə təpə nöqtəsi lazımdır. Üstə gəl, kombinezon 3-dən 1, yəni bu 3 nöqtədən birini neçə üsulla seçə bilirik? Vurulsun. Kombinezon 2-dən 2. Bu 2 nöqtədən ikisini, o da bir üsul olacaq da. Yazaq kombinezon 2-dən 2. İndi kombinezon 3-dən 2 bərabər olacaq 3-ə. 2-dən 1 bərabər olacaq 2-yə. Üstə gəl. Kombinezon 3-dən 1 3-ə. 2-dən 2 1-ə. Gördük ki, 3 vur 2 üstə gəl 3 vur 1. Yəni 6 üstə gəl 3-dən 9 dənə üçbucaq əmələ gəlir. Deməli, cavab bərabərdir. Amma təbii ki, yenə deyirəm, nöqtələrin sayı azdırsa, əgər bunu başa düşmürsünüzsə, seçmə üsulundan eləyə bilərsiniz. Amma nöqtələrin sayı çoxalanda artıq onda vəziyyət qəlizləşir. Baxaq 63-cü suala. A və B şəhərlərini əlaqələndirən yolda iki avtomobil eyni vaxtda hərəkətə başladı. Birinci avtomobil A şəhərindən B şəhərinə doğru hərəkət edirdi. İkinci avtomobil isə əksinə B şəhərindən A şəhərinə doğru. Deməli, gəlin birinci bunu təsvir eləyək. Deməli, bura A şəhəri olsun, burada B şəhəri olsun. Bura birinci avtomobildir, buradadır başlanğıcda. İkinci avtomobil isə burada olacaq başlanğıcda. Hər iki avtomobil bərabər sürətlə hərəkət eləyir. Birinci avtomobilin sürəti ikinci avtomobilin sürətindən 2 dəfə artıq idi. Yəni, nə deyir bizə? V1 bərabərdir ikinci avtomobilin sürətindən 2 dəfə artıqdır, V2.
Bir-birləri ilə görüşdükdən sonra birinci avtomobilin B şəhərinə çatması üçün 1 saat vaxt lazım gəldi. Təbii ki, birinci avtomobilin sürəti 2 dəfə çoxdursa, biz başa düşməliyik ki, görüşəndə birinci avtomobil 2 qat məsafə daha artıq qət eləyibdir. İndi izah edirəm. Tutaq ki, gəlsinlər harasa burada bir C nöqtəsində görüşsünlər. İndi birinci avtomobil bura gələnə kimi, C nöqtəsinə gələnə kimi, bir də ikinci avtomobili də altdan göstərək, o da bura gəlibdir. Deməli, deyir, biriləri ilə görüşdükdən sonra birinci avtomobilin B şəhərinə çatması üçün 1 saat vaxt lazım gəldi. İndi, yəni bu məsafəyə birinci avtomobilin sərf eləyəcəyi vaxt 1 saatdır. Biz onda fikirləşməliyik ki, bu eyni qədər məsafədə ikinci avtomobilin B-dən C-yə gəldiyi yoldur da həmin yoldur. Biz onu fikirləşməliyik ki, buradan bura birinci avtomobil 1 saata gedirsə, ikinci avtomobilin neçə saata gedəcək? Təbii ki, 2 saata. Niyə? Çünki sürəti 2 dəfə azdır, eyni məsafədir. Onda başa düşürük ki, buradan bura ikinci avtomobil 2 saata gedir. Birinci avtomobili üstə qeyd edək 1 saata. Və bir də onu da başa düşməliyik ki, birinci avtomobil buradan A nöqtəsindən C nöqtəsinə gəldi. Həmin qədər vaxtda da ikinci avtomobil B-dən C-yə gəldi. Eyni qədər vaxt ərzində birinci avtomobilin sürəti də ikincidən 2 dəfə artıq olduğuna görə, vaxt da eyni olduğuna görə həmin məsafə, yəni A-dan C-yə qədər olan məsafə B-dən C-yə qədər olan məsafədən 2 dəfə artıqdır. Niyə? Sürət 2 dəfə artıq olduğuna görə və eyni zamanda gəlindiyinə görə A-dan C-yə birinci avtomobil, B-dən C-yə ikinci avtomobil. Sürət 2 dəfə artıq olduğuna görə, daha doğrusu yol 2 dəfə artıq olduğuna görə bura 2S deyək. Bu yolun uzunluğuna C-dən B-yə də S deyək də. İndi ikinci avtomobil bu yolu B-dən C-yə 2 saata gəlibsə, bizdən soruşur ki, bir-birləri ilə görüşdükdən sonra ikinci avtomobilə A şəhərinə çatması üçün lazım olan vaxt. Yəni ikinci avtomobil C-dən A-ya nə qədər vaxta gedər? Təbii ki, dedik, bu yol 2 qat çox olduğuna görə B ilə C-nin uzunluğundan. B-dən C-yə ikinci avtomobil 2 saata gəlibsə, buradan burada C-dən A-ya, yəni A şəhərinə çatması üçün də 4 saat, yəni 2 qat daha çox vaxt lazım gələcək. Təbii ki, eyni qaydada da birinci avtomobil A-dan C şəhərinə də 2 saata gedibdir. Bura 1 saata gedirsə və görürük ki, həqiqətən bu yolun uzunluğu buradan 2 qat çoxdur. Buranı 2 saata gedirsə birinci avtomobil, digər yolu 1 saata. İkinci avtomobil buranı 2 saata gedirsə, buranı 4 saata gedəcək 2 qat yol uzunluğuna görə. Və sürət də birincinin sürəti ikincidən 2 dəfə artıq olduğuna görə eyni miqdarda olan yolları, eyni uzunluqda olan yolları birinci avtomobil ikinci avtomobildən 2 dəfə tez gedir. A-dan C-yə 2 saata gedir, bu 4 saata. C-dən B-yə 1 saata gedir, ikinci avtomobil 2 saata. Yəni, həmin müddət bizdən bunu soruşurdu, 4 saatı 2 saatdan böyük olduğuna görə cavab olacaq A variantı. 64-ə baxaq. İndi, n elə natural ədəddir ki, 1-dən və n-dən başqa yalnız bir böləni var. İndi, ədədin natural bölənlərinin sayını necə tapırdıq, onu yadımıza salmalıyıq. Yəni, bu ədədin nə tipli bir ədəd olduğunu həmin düsturdan çıxarmış olacaq əslində. Deməli, bu elə bir ədəddir ki, neçə dənə natural böləni var? 3 dənə. 1 özü və bir dənə başqa bir bölən. Yəni, 3 dənə natural böləni var. İndi, ədədi sadə vuruqlara ayırırdıq biz natural bölənlərinin sayını görmək üçün. Nəsə belə bir sadə vuruqlara ayrılıb bir ədəd tutaq ki. Bunun üstü m-dir, bunun üstü n-dir, bunun da üstü k-dır. Bunlar da sadə ədədlərdir, a, b, c. Bunun natural bölənlərinin sayını necə tapırdıq? M üstə gəl 1, vurulsun, n üstə gəl 1, vurulsun, k üstə gəl 1. Bunu belə tapırdıq. Yəni, kombinasiyaların sayını tapırıq əslində burada, natural bölənlərdən. Yəni, hər vuruqdan neçə dənə istifadə edib tapmalıyıq da. Yəni, bu natural bölənlərin sayını necə tapırıq? İndi, 3 dənə natural böləni varsa, biz ən başda onu fikirləşməliyik ki, biz əgər 2 dənə sadə vuruq olsa və onların qüvvətləri minimal olsa, yəni 1 olsa, A üstü 1 ilə A-dır da, yəni. Bir də B, yəni heç biri yazmağa ehtiyac yoxdur. 2 dənə sadə vuruq olsa ədəddə, biz onu başa düşməliyik ki, bunun natural bölənlərinin sayı artıq 3-dən çox eləyəcək. 4 eləyəcək. Niyə? Bunun qüvvəti üstəgəl 1, yəni A-nın qüvvəti üstəgəl 1.
vurulsun B-nin qüvvəti üstə gəlir. 1 artıq 4 eləyir. Deməli, 2 sadə vuruq vasitəsilə o heç qüvvətləri də artırsa daha da böyüyəcək natural bölənlərin sayı. Biz onda onu başa düşməliyik ki, 2 dənə sadə vuruq vasitəsindən biz 3 dənə bölən əldə edə bilmirik. Deməli, mütləq şəkildə bir dənə sadə vuruq olmalıdır. Yəni, bir dənə sadə ədəd və onun üstü neçə olmalıdır ki, onun üstünə 1 gələndə 3 olsun natural bölənlərin sayı. Tək sadə vuruq olanda natural bölənlərin sayı həmin sadə vuruğun qüvvətinin üstünə 1 gəlir. Heç nəyə vurmuruq da. Deməli, onun da üstü 2 olmalıdır və A-da sadə ədəd olmalıdır. Biz buradan onu başa düşdük ki, bu n elə natural ədəddir ki, hər hansı istənilən bir sadə ədədin kvadratına bərabərdir. Məsəl üçün 2-nin kvadratı 4 ola bilər, 3-ün kvadratı 9 ola bilər, ondan sonra 5-in kvadratı 25. Bütün bu ədədlərin 3 dənə sadə böləni var. İndi biz n-in nə tip bir ədəd olduğunu başa düşdük. İndi bizdən n kvadratını soruşur. N kvadratda yəni bu tipli bir ədəd, hansı ki A burada sadə ədəddir. Onun kvadratı nəyə bərabər olacaq? Hətta belə yazaq, n A kvadratıdır. Burada da A sadə ədəd idi. A üstü 4-ə bərabər olacaq. İndi A da sadə ədəd olduğuna görə, yəni n-in kvadratı da bu. A da sadə ədəd olduğuna görə A üstü 4-ün natural bölənlərinin sayı nəyə bərabər olacaq? 4 üstə gəl 1-ə, o da elə bərabərdir 5-ə. Yəni, bu bərabərdir buna, o da olacaq C variantı. İndi 65-ci suala baxaq. Ədədlər ardıcıllığının səciyyəsini bu ardıcıllığın ən böyük və ən kiçik üzvünün fərqi adlandıraq. Yəni, ən böyük fərqdən söhbət gedir ardıcıllıqda. Səciyyənin, ümumiyyətlə, səciyyə sözünü indi mən ən böyük fərqlə əvəz eləyəcəm izahda. Ən böyük fərqin 20-yə bərabər olduğu ədədlər ardıcıllığı verilir. Bu ardıcıllığın cüt nömrəli üzvdən ibarət ardıcıllığın ən böyük fərqi 15-ə bərabərdir. Yəni, cüt nömrəli deyəndə bu ardıcıllıqda cüt yerdə duran ədədləri nəzərdə tutur. Məsələn, 2-ci, 4-cü, 6-cı ədədlərin sayını bilmirik heç. Yəni, onlardan ən böyüyünlə ən kiçiyinin fərqi 15-ə bərabərdir. İndi verilmiş ardıcıllığın tək nömrəli üzvdən ibarət olduğu ən böyük fərq nəyə bərabərdir? Ardıcıllığın ən böyük fərqi nəyə bərabərdir? Nə ola bilər? Yoxsa 16 mı böyükdür? İndi bunları müqayisə eləməliyik. Ümumiyyətlə, heç ədədlərin sayını bilmirəm. Beləcə nömrələməyi 1, 2, 3, 4 əvəzində tək nömrə, cüt nömrə yazıram. Və belə davam edir. Heç bir önəmi yoxdur, neçə olur olsun ədədlərin sayı. İndi deyir ki, bu bütün ardıcıllığın ən böyük fərqi 20-yə bərabərdir. Yəni, heç biz bilmirik, hardadır o ən kiçik və ən böyük ədədlər. Ola bilsin, tək nömrəli də olsun, biri cüt nömrəli də, ola bilsin, ikisi də eyni içində olsun. O haqda bir məlumatımız yoxdur. Biz, yəni burada başdan deyim, götürüb müəyyən bir hal üçün ən kiçik ədədi 20, ən böyüyü də 30 götürə bilərik, ən böyük fərqin 20 olması üçün. Amma mən bunun əvəzinə ümumi bir hal üçün ən kiçiyə x deyəcəm, ən böyüyə x plus 20 deyəcəm və onlar arasındakı ədədlər burada 11, 12, 13, 29-a kimi getdiyi kimi bu iki ədəd arasındakı ədədlər də x plus 1-dən x plus 19-a kimi gedəcək. Yəni, ümumi bir hal üçün göstərək. İndi nə deyir bizə? Bu ardıcıllığın cüt nömrəli üzvdən ibarət olan ardıcıllığın ən böyük fərqi 15-dir. Yəni, cüt nömrəli üzvlərin əmələ gətirdiyi ardıcıllığın ən böyük fərqi 15-dir. İndi, biz başa düşməliyik ki, həmin fərq 15-ə bərabərdirsə, burada bizdə 3 dənə variant əmələ gəlir. Nədir o 3 variant? Mən nəyə nəzərdə tuturam? Deməli, bu cüt nömrəli üzvlərin əmələ gətirdiyi ardıcıllıqda birinci variant odur ki, ya ən kiçik həmin cüt nömrəli üzvlərin içində olacaq, yəni x. Elə olan halda artıq ən böyük orada ola bilməz. Ən böyük orada olanda, çünki ən böyük fərq artıq orada 15 əvəzinə 20 olacaq. X plus 20-ni də ora qoysaq. Deməli, orada ən böyüyü də, yəni ən kiçik x ora qoyduqsa, buna ən kiçik deyək. Bu da ən böyük ədədimizdir bizim. Ən kiçiyi qoyduqsa, ən böyük fərqin 15 olması üçün deməli, ən böyük də həmin cüt nömrəli üzvlərin ardıcıllığında x plus 15-dir. Hansı nömrədə olduğunun heç bir önəmi yoxdur, təki cüt nömrəli də olsun. Deməli, birinci variant, hətta bura belə yazaq 1. Deməli, birinci variantda
bu x olsun, bu da x plus 15 olsun. Qalan da nə olur olsun da, yəni buradakı cüt nömrədə varsa, yoxsa, yəni. Ondan sonra ikinci variant. İkinci variantda odur ki, əgər ya ən böyük onda cüt nömrəli üzvlərin içində olsun. Həmin ən böyük ədədimiz nə idi bizim? X üstəgəl 20 və ən böyük fərqin 15 olduğuna görə artıq ən kiçik orada ola bilmədi, çünki onda ən böyük fərq 20 olacaq cüt nömrəli üzvlərin arasında. Deməli, bundan 15 vahid kiçik ədəd x plus 5 olmalıdır. Hansı ki, ən kiçikdən 5 vahid böyükdür. Ardıcıllığın ən böyük fərqinin 15-ə bərabər olması üçün. Onda deməli, burada hardasa bir x plus 20'miz var. Yenə deyirəm, götürüb birinci cütdə də qoyuram, amma heç bir önəmi yoxdur. İstəyirsən ardıcıllığın axırıncı cüt nömrəsinə qoy. Burada önəmi yoxdur heç bir. X plus 20, burada da hardasa x plus 5 olsun. Lap istəyirsən burada olsun. İndi burada da ən böyük fərq 15 olur. Ya da üçüncü variant. Üçüncü variantda odur ki, nə ən böyük, nə də ən kiçik cüt nömrəli üzvlərin içində olmasın. Cüt nömrəli üzvlərin içində olmasın. Yəni, bu iki ədəd arasında, yəni iki ədəd arasında elə bir ədəd götürəcəyik, elə ədədləri götürəcəyik ki, onların fərqi 15-ə bərabər olacaq. Onlardan biri də ən kiçik üzv olacaq, biri də ən böyük üzv olacaq. Məsəl üçün, sonsuz belə variant var, onu başdan deyək. Məsəl üçün, ən kiçik üzv olsun x üstəgəl 1 və ən böyük fərqin 15 olması üçün o birisi olacaq x üstəgəl 16. Yəni, birini elə ədədlər götürəcəyik ki, fərqləri 15 olsun da, amma nə ən kiçik olacaq, ən kiçikdən böyük olacaq, ən kiçik üzv, ən böyükdən də kiçik olacaq, ən böyük üzv. Ümid edirəm, başa düşdünüz. Və yaxud da x üstəgəl 2, x üstəgəl 17, kəsrləri də saysaq, sonsuz sayda da əmələ gəlir burada. Deməli, indi burada bizim 3 dənə variantımız var. Həmin 3 dənə variant əsasında biz indi tapmalıyıq tək nömrəli üzvlərin əmələ gətirdiyi ardıcıllığın ən böyük fərqini. İndi, birinci varianta baxdığımız zaman biz dedik ki, birinci variantda ən kiçik ədəd, həmin bütün ardıcıllığın ən kiçik ədədi cüt nömrəli üzvlərin içindədir, amma ən böyüyü yox. Ondan 5 vahid kiçik artıq olmalıdır cüt nömrəli üzvlərin içində. Deməli, ən böyük üzv mütləq şəkildə tək nömrəli üzvlərin içində olmalıdır ki, bu bütün ardıcıllığın ən böyük fərqi 20 olsun da. Yəni, x üstəgəl 20 mütləq şəkildə tək nömrəli üzvlərin içində olmalıdır. Aha. Belə olan halda, indi biz onu nəzərə almalıyıq ki, digər ədəd də ən kiçik olmamalıdır. Tək nömrəli üzvlərin ən kiçik ədədi ən kiçik ədəddən, yəni x-dən kiçik olmamalıdır. Niyə görə kiçik olmamalıdır? Çünki artıq x-dən kiçik bir ədəd versək, bütün ardıcıllığın ən böyük fərqi 20-dən böyük olacaq. Ona görə elə bir ədəd olmalıdır ki, həmin ədəd x-dən böyük olsun. Yəni, bu ən kiçik ədəddirsə, bundan böyük olmalıdır. Məsəl üçün, fərqli şeylər ola bilər. Yəni, x-dən böyükdürsə, biz götürüb buna x plus 1 də deyə bilərik. Həmin halda tək nömrəli üzvlərin ən böyük fərqi nəyə bərabər olur? X üstəgəl 20 ən böyüksə, tək nömrəli üzvlərin ən kiçiyi də x plus 1-dirsə, 19 olmuş olur fərq. Yox, götürüb ona biz, məsəl üçün, x plus 7 də deyə bilərik. Niyə? Həmin halda da artıq nə olur? Ən böyük fərq tək nömrəli üzvlərdə x plus 20-dən x plus 7-dən çıxacaq, 13 olacaq. Və yaxud da bərabər də ola bilər. X plus 4 götürəcəyik, onda fərq 16 olacaq. Elə birinci variantda belə görürük ki, 3 müxtəlif hal əmələ gəlir artıq. Həm bunun 16-dan böyük olduğu, 16-dan kiçik olduğu, 16-dan böyük olduğu. Və 16-ya bərabər olduğu. Eyni qaydada da analoji olaraq da ikinci və üçüncü variantlarda da həmin hallar əmələ gələcək. Bir də üçüncü variantda müxtəlif olacaq. O da göstərirəm nə cür müxtəlif olacaq. İndi ikinci varianta gələndə artıq cavabı tapmışıq, onun da C olduğunu, amma yenə də davam eləyək bütün analiz eləməyə sualı. İndi baxırıq ki, bütün ardıcıllığın ən böyük üzvü, yəni x üstəgəl 20 cüt nömrəli üzvlərin içindədir. Amma ən kiçiyi yox, ən kiçik x-dir. Deməli, o təklərin içində olmalıdır. Yəni, ardıcıllığın ən kiçik üzvü olan x tək nömrəli üzvlərin içində olacaq. O da həmçinin tək nömrəli üzvlərin də ən kiçik olacaq. İndi o x-dirsə, ola bilsin tək nömrəli üzvlərin içindəki ən böyük ədəd, məsəl üçün elə x plus 1 olsun.
Ola bilməzmi? Qalanları da o x-dən x plus 1 arasında olacaq və ən böyük fərqi 1 olacaq. Ya da ola bilsin, nə bilim, x üstəgəl 19 olsun. Elə bir ədəd götürməliyik ki, amma bu ən böyükdən kiçik olsun da. X üstəgəl 19, x üstəgəl 21 götürə bilmərik artıq. Niyə? Artıq onda x plus 20-dən böyük olmuş olacaq. Hansı ki, x plus 20 biz dedik ki, ardıcıllığımızın ən böyük ədədidir. Gördük, x plus 1 götürəndə fərq 1 olur, x plus 19 götürəndə 19 olur, x plus 16 götürəndə 16 olur. Yenə eyni qaydada görürük ki, bütün hallar mümkündür. Amma üçüncü şərtə gələndə orada nə görürük biz? Görürük ki, nə ardıcıllığın ən böyük, nə də ən kiçik üzvü artıq cüt nömrəli üzvlərin içində deyil. Onda biz mütləq şəkildə onu başa düşürük ki, belə olan halda həm ardıcıllığın ən böyük, həm də ən kiçik üzvü hər ikisi eyni anda tək nömrəli üzvlərin içində olmalıdır. Yəni, x-də, x plus 20-də. Yəni, belə olan halda mütləq şəkildə ən böyük fərq tək nömrəli üzvlərdə 20 olur. Biz yenə bu halda 16-dan böyük olduğunu tapa bilirik. Amma təbii ki, digər hallarda gördüyünüz kimi 16-ya bərabər də oldu, kiçik də oldu, bərabər də oldu. Ona görə C variantı olur. Yox, bizə desəydi ki, əgər həmin ardıcıllığın ən böyük və ən kiçik üzvü artıq tək nömrəli üzvlərin içindədir, onda biləcəkdik ki, elə həmin ardıcıllığın da, tək nömrəli üzvlərin ardıcıllığının da ən böyük fərqi elə 20-dir. Mənası sual olardı. Onsuz da ardıcıllığın ən böyük fərqinin 20-yə bərabər olduğunu veribdir. Nəyə görə ən kiçiyin və ən böyüyün də tək nömrəli üzvlərin içində olduğunu desin. Onda heç bu 15-ə ehtiyac olmazdı müqayisə üçün. Baxaq növbəti suala, yəni 66-cı suala. Biraz uzun izah oldu. Yəni sualın dərinliyinə gedəndə belə yerlərə gəlib çıxa bilirik. 66. Birinci üçbucağın ən böyük tərəfinin uzunluğu ikinci üçbucağın ən böyük tərəfinin uzunluğuna 1/2 kimi nisbətdədir. Ancaq birinci üçbucağın ən kiçik hündürlüyü ikinci üçbucağın ən kiçik hündürlüyünə 4/3 kimi nisbətdədir. Birinci üçbucağın sahəsinin ikinci üçbucağın sahəsinə nisbəti nəyə bərabərdir? Bizim burada bilməli olduğumuz ən önəmli şey, hətta tək şey, deyim ki, üçbucağın böyük tərəfinə kiçik hündürlük, kiçik tərəfinə böyük hündürlük uyğun gəlir. Niyə? Yəni, həmin tərəflərə birinci üçbucaq və bura birinci üçbucaq olsun, bu da ikinci üçbucaq olsun. Tərəfi birinci üçbucağın x-dirsə, o birisinin 2x olacaq. Hündürlüyü 4h-dirsə, məsəl üçün, nisbət 4-ünü çəksə, bunda da 3h olacaq. Biz bilirik ki, bunların sahəsi, başa düşməliyik ki, bu kiçik tərəf və bu da, daha doğrusu, bunlar üçbucaqlardakı ən böyük tərəf, bunlar da ən kiçik hündürlüklərdirsə, elə başa düşməliyik ki, bu hündürlüklər bu tərəflərə çəkilmiş hündürlüklər olacaq və onda nisbət nəyə bərabər olacaq? 4xh, birinci üçbucağın sahəsi nə olacaq? 4xh vurulsun 2-də 1, bölünsün 6xh, yəni tərəf ona çəkilən hündürlüyün yarısı. O da bərabər olacaq 2-də 1-lər getsin, x, y yazmışam, burada h olasıdır. Xh-lar getsin, 4-ün 6-ya nisbət elə 2/3-dür. Oradan da başa düşürük ki, həmin nisbət 2/3-ə bərabərdir. İndi sualdan kənar olsa da dediyimin nəyə görə düz olduğunu göstərək. Yəni, nəyə görə üçbucaqda ən böyük tərəfə ən kiçik hündürlük, ən kiçik tərəfə də ən böyük hündürlük uyğun gəlir, onu deyək. İndi, hətta bir dənə üçbucaq çəkək. Şayətdir. Deməli, hətta bu kiçik tərəf buna ortancı, buna da böyük tərəf desək, elə fərz eləsək, BC. İndi həmin tərəflərə çəkilən hündürlükləri göstərək, belə. Biz onu da bilməliyik ki, hündürlüklər bir nöqtədə kəsişir üçbucaqda, ona görə götürüb ayrı yerlərdən keçməsin. Deməli, bu da belə olsun. İndi nə dedik? İndi həmin sahələri, üçbucağın sahəsi bərabər olacaq. A tərəfi vurulsun ona çəkilən hündürlük. Hətta başda yazaq ki, A kiçikdir B-dən, kiçikdir C-dən. Belə fərz elədik. İndi A tərəfinə əsasən sahə düsturunu yazaq. A vurulsun həmin hündürlüyə H deyək.
bölünsün 2. Vur 2-də 1 bölü 2 eyni şeydir də. Və yaxud da B vurulsun HB bölünsün 2 bərabərdir C vurulsun HC böl 2. Biz buradan onu başa düşürük ki, məxrəclər eynidir. Deməli, sürətlər bir-birinə bərabər olmalıdır. Yəni, A vurulsun HA bərabərdir B vurulsun HP. O da bərabərdir C vurulsun HC-yə. İndi bu hasillər bir-birinə bərabərdirsə, A kiçikdirsə C-dən də, deməli onu başa düşməliyik ki, HA HC-dən böyük olmalıdır ki, bu hasillər bir-birinə bərabər olsun. Niyə? 2 dənə hasildə vuruğun biri kiçikdirsə digərinə nəzərən, amma hasillər bir-birinə bərabərdirsə, artıq ikinci vuruqda digəri böyüməlidir. Yəni, A HA C HC-yə bərabərdirsə və A da C-dən kiçikdirsə, deməli də HA HC-dən böyük olmalıdır ki, o hasillər bir-birinə bərabər olsun. Yoxsa bu bundan kiçik olsa HA da HC-dən, bu hasillər nətər bir-birinə bərabər olsun sahə düsturuna əsasən? Çünki kiçiyə də yəni bu C A-dan böyük olacaq, HC HA-dan böyük olacaq. Bu hasilin bir-birinə bərabər olma ehtimalı varmı? Yox. Ona görə də eyni analoji olaraq B-yə də aid olacaq. B də A-dan böyük olduğuna görə HB HA-dan kiçik olacaq və B də C-dən kiçik olduğuna görə HB amma HC-dən böyük olacaq. Deməli, hündürlüklər də belə uyğun gələcək. HA böyük olmalıdır HB-dən, o da böyük olmalıdır HC-dən. Yəni, gördüyünüz kimi ən kiçik tərəf ən böyük hündürlük olur. Ortancı tərəfdə hündürlük digər ikisi arasında olur. Təbii ki, bərabərlik halları da var, onu da göstərək indi. Ən böyük tərəfə isə ən kiçik hündürlük uyğun gəlir. Təbii ki, bərabərliyi də analoji uyğun olaraq çıxara bilərik də. Biz nə var ki, onu da çıxartmağa? Tərəf əgər bir tərəf digərinə bərabərdirsə, onlara çəkilən hündürlüklər də bir-birinə bərabər olmalıdır ki, uyğun sahələr bir-birinə bərabər olsun axı. İkisi də sahə düsturudur. Yəni, A B-yə bərabərdirsə, mütləq şəkildə HA HB-yə bərabər olmalıdır ki, həmin sahə düsturlarında A vurulsun HA bərabər olsun B vurulsun HB-yə. Yoxsa sahələr nətər bir-birinə bərabər olsun? Yəni, məsələn, bərabər tərəfli üçbucaqda bütün hündürlüklər bir-birinə bərabərdir. Niyə? Çünki bütün tərəflər bir-birinə bərabərdir. Bərabər yanlı üçbucaqda yan tərəflərə çəkilmiş hündürlüklər bərabərdir. Niyə? Həmin yan tərəflər bir-birinə bərabərdir. Bu qədər sadə, yəni. Bunu da izah eləmiş olduq. Baxaq 67-ci suala. Salonda olan hər bir tamaşaçı bir yeri tutur. Salonun yerlərinin 6-da 5 hissəsi azaddır. 200 tamaşaçı əlavə olundu. İndi isə salonun yerlərinin 6-da 5 hissəsi tutulmuşdur. Bu salonda cəmi neçə yer vardır? İndi. Başda bizə deyir ki, salonun yerlərinin 6-da 5 hissəsi azaddır. Deməli, hansı hissəsi tutulubdur? Yəni, cəmi 1-ə bərabər olmalıdır. Yəni, azad yerlərin hissəsindən tutulmuş yerlərin hissəsi. Deməli, 6-da 1 hissəsi tutulubdur da. 6-da, hətta, 6-da 1 hissəsi tutulub X-in. X sayda tamaşaçı olsun. Sonra deyir, 200 tamaşaçı əlavə olundu. İndi isə salonun yerlərinin 6-da 5 hissəsi tutulubdur. Yəni, 6-da 1 tamaşaçıların 6-da 1 hissəsi, üstə gəl, 200 tamaşaçı gələndən sonra artıq salonun 6-da 5 hissəsi tutulubdur. 6-da 5 X. 6-da 1 X-i digər tərəfə keçirək. 200 bərabərdir 6-da 4 X-ə. Yəni, salonun 6-da 4 hissəsi 200 tamaşaçıya bərabərdir. Oradan da X nəyə bərabər olacaq? Hətta bu ixtisar eləyək. 3-də 2 qalır. X də bərabər olacaq nəyə? 200 bölünsün 3-də 2. Amma o da bərabərdir vurulsun 2-də 3-ə. 2-də 3. O da bərabərdir 2 ilə bu 100-ə ixtisar getdi. Buradan da qaldı 100 vur 3-dən 300. Cavab A. Baxaq növbəti suala. 68. Uşaq meydançası kvadrat formalıdır. Onun ətrafında 2 metr enində cığır vardır. Bura yaşıl hissə uşaq meydançasıdır və cığırın da eni, yəni bu məsafələr həmişə
2 metrə bərabərdir. Uşaq meydançasının sahəsi 100 kvadrat metrə bərabərdir. Deməli, uşaq meydançasının sahəsi 100 kvadrat metrdirsə, deməli, həmin kvadratın tərəfi 10-dur. Kök altında 100-dən 10 metr. İndi cığırın sahəsi neçə kvadrat metrdir? İndi hər bir dedik ki, bu cığırın eni 2-dirsə, buradan bura da 2-dir, buradan bura da 2-dir, belə də 2-dir. İndi baxırıq ki, bu kvadratın tərəfi 10-dursa, bu cığır da kvadrat formalı olacaqda hər tərəf 2 metr artıbsa, yəni cığırın eni 2 metrdirsə. Deməli, bu kvadratın tərəfi 10-dursa, cığırın tərəfi neçəyə bərabər olacaq? Deməli, bu kənardakı, cığırın kənarındakı kvadratın tərəfi nəyə bərabər olacaq? Onun üstünə 2, bir də 2. 2 vur 2 gələcək də hər tərəfdən. Bir dəfə gəlməyəcək ya, 2 dəfə gələcək. Deməli, kənardakı kvadratın, yəni böyük kvadratın sahəsi nə olacaq? Tərəfi 14 olacaq, sahəsi də 14-ün kvadratı 196. İndi cığırın sahəsi nəyə bərabər? Böyük kvadratın sahəsi çıxılsın meydançanın sahəsi olacaq kvadratın sahəsi. Yəni 196 çıxılsın meydançanın sahəsi də 100 idi. Oldu neçə? 96 kvadrat metr. Cavab D. Boş hovuzu doldurmaq üçün hovuza hər saatda eyni miqdarda su dolduran borunu asdılar. 7 saat ərzində hovuzun 7-də 5 hissəsi doldu. Hovuzun tam dolması üçün yenə nə qədər vaxt lazım gəlir? İndi, əgər 7-də 5 hissəsi dolubsa, başa düşürük ki, 7-də 2-si də dolasıdır ki, hovuz bütün dolsun. Və 7 saata əgər hovuzun 7-də 5 hissəsi dolursa, bəs x saata da 7-də 2-si dolacaq, qalan hissəsi və bütün dolmuş olacaq da. Və biz başa düşürük ki, bunlar düz mütənasibdir. Yəni, saat artdıqca, zaman neçə dəfə artırsa, hovuzun da dolmuş hissəsi həmin dəfə artmış olur. Ona görə bunları çarpaz vuracaq. Deməli, 7 vurulsun 7-də 2 bərabərdir. X vurulsun 7-də 5. Burada 7-lər ixtisar gedir, qalır 2 bərabərdir. 5x bölü 7. Deməli, 5x 5 bərabərdir. Çarpaz vuranda 2-yə 7-yə vuranda eləyir 14. X də bərabərdir. 14 bölünsün 5 saata. Amma indi biz bunu gəlin qarışıq ədəd formasına yazaq. X bərabərdir. 14-ü 5-ə qalıqlı bölməklə bölək. Neçə eləyir? 14-ün içində 2 dənə 5 var. Qalıq da 4 eləyir. 2 tam 5-də 4 saat. 2 saat hissəsini o bilir 2 saat. Bəs 5-də 4 saatı dəqiqə ilə verib görürük ki, bizə. 5-də 4 saat neçə dəqiqədir? 1 saatımız 60 dəqiqədirsə, 5-də 4 saatımız da 5-də 4-ü 60-a vuracaq. Bunlar 5-ə ixtisar gedəcək. Burada 12 qalacaq. 12-ni də 4-ə vuranda 48 dəqiqə. Deməli, nə başa düşdük? Həmin saat 5-də 14 saat elə 2 saat 48 dəqiqə imiş. Deməli, 2 saat 48 dəqiqəyə də tam dolacaq qalan hissəsi. Dəyirmanin kombinatı unu kisələrlə satırdı. Bu ayda satılmış unun kisələrinin sayı ötən ayla müqayisədə 40% artıq idi. Kisələrin sayı 40% artıq idi. Ancaq hər kisədə ötən aydan 40% az çəkisi olan un var idi. Ötən ayla müqayisədə bu ay satılmış unun ümumi çəkisi artdı mı, yoxsa azaldı mı? Tutaq ki, deyək ki, birinci ayda kisələrin sayı olubdur X, hər kisədəki unun miqdarı da Y kiloqram olubdur. İkinci ayda deyir, kisələrin sayı 40% artdı. Yəni, X 40% artanda oldu 1,4X. Amma hər kisədəki unun çəkisi 40% azaldı. O da 0,6Y. Ədədin n% artma azalma düsturu budur. X ədədinin n% artma düsturu budur. Üstə n. n% azalma da eyni minus olacaq. X vurulsun 1 çıx %n. Mütləq dərəcədə bilməliyik, yəni bu imtahana girəndə bunları, ən sadə şeylərdir imtahana düşən. Deməli, indi
Birinci ayda bu qədər kisə satılıb, və hər kisədə də y kiloqram. İndi ikinci ayda da bu qədər kisə satılıbdı və hər kisədə də bu qədər un var. İndi çəkisi artdımı yoxsa azaldımı? Yəni kisələrin sayını hər kisədəki unun miqdarına vuracaq. Deməli birinci ayda xy kiloqram, yəni x kisələrin sayıdır, y çəkidir. Onlar da bir-birinə vuranda, məsəl üçün 2 kisə hərəsində 3 kiloqram, 2-ni 3-ə vurmuruq. Eyni qaydada dəyişənləri bir-birinə vururuq da. İkinci ayda da 1,4-ü 0,6-ya vuranda nə edəcək? Gəlin hətta belə vuraq, göstərim. 0,6. 6-nı 4-ə vuranda heç birinci vergülləri nəzərə almayın. 6-nı 4-ə vuranda eləyir 4, 2 yadda. 6-nı 1-ə vuranda 6, 2 də yadda 8. 0-ı 4-ə vuranda 0, 0-ı 1-ə vuranda 0. Bu 4, 8, bu da 0. Və neçə dənə vergül sola keçibdir ikisində toplam? Yəni burada 1 vergül, burada da 1 vergül solda. Ona görə toplam 2 vergül solda olacaq. 0,84 x, y-lərdə bir-birinə vuranda 0,84 x, y. Görürük ki, təbii ki, burada bu 1x, y-dir. Yəni qabağında əmsal yazılmayıbsa da. İndi olub 0,84 x, y. Yəni azalıbdır. Neçə faiz azalıbdır? 16% azalıbdır. 100-dən 84-ə düşmək üçün. C. Baxaq 71-ci suala. M9, N, K ədədlər ardıcıllığında ədədlər azalmağa doğru düzülmüşdür. Azalırlar yəni. Birinci şərtə baxaq. Yalnızca birinci şərt görək nə deyir bizə. Ardıcıllığın hər üzvü birincidən başqa öncəki üzvdən 3 qədər azdır. Ardıcıllığın hər üzvü öncəki üzvdən 3 qədər azdır. Deməli biz buradan onu başa düşürük ki, öncəki üzvdən 3 qədər azdırsa, deməli M 12 olacaq, sonra 9, hər üzv öncəki üzvdən 3 qədər az, yəni 9 12-dən 3 qədər az, sonra azalır 6, sonra olur 3. Bizdən nəyi soruşur? M-in nəyə bərabər olduğunu müəyyən etmək üçün. Müəyyən edildiyi 12-dir. İkinci şərtdə nə deyir? K 3-ə bərabər olarsa, M-in nəyə bərabər olur? Təkcə ikinci şərti istifadə edirik. Yəni birinci şərti istifadə eləmirik. K əgər 3-dürsə, həmin ardıcıllığı yazaq. M 9 N. Burada da K-nın yerinə 3 yazırıq. İndi biz bilirik ki, bunlar azalan sırayla düzülüblər da. Yəni bizim burada sadəcə başa düşdüyümüz nədir? M ilə N haqqında. Bilirik ki, N 9-dan kiçik olmalıdır, 3-dən böyük olmalıdır. Yəni N-in qiyməti bu olmalıdır da. 9-dan kiçik, 3-dən böyük. M haqqında nə bilirik? Azalan sırayla düzülübsə, deməli M ən böyük ədəddir. Yəni M də böyük olmalıdır 9-dan. M 9-dan böyük olmağı M-i tapmağın nəyə bərabər olduğunu bilmək üçün kifayət eləmir. Deməli, birinci şərt kifayətdir, ikinci şərt isə kifayət deyil. Baxaq 72-ci suala. ABCD dördbucaqlıdır. 2 şərt verilir. A üstəgəl B 180 dərəcə, A üstəgəl D 180 dərəcə. Deməli, biz burada A üstəgəl B-nin 180 dərəcə B bucağının kəmiyyətinin neçə dərəcəyə bərabər olduğunu müəyyən etmək üçün. İndi baxaq. Biraz yaxınlaşdıraq. Başda A üstəgəl B, sonra da A üstəgəl D-ni deyir də. Biraz yaxınlaşdıraq. Bu bucaqların cəmi 180-ə bərabərdirsə, biz nə başa düşürük? Nə vaxt bunlar 180 olurdu? Bunların 180, fikir verin, BC və AD tərəfləri paralel olmalıdır ki, bunlar daxili bir tərəfli bucaqlar olurlar. Bu 180 olur, digəri də 180 çıxılsın alfa olur. Yəni, əldə elədiyimiz şey nədir? Bu iki tərəfi bir-birinə paraleldirsə, deyirik ki, bu trapesiyadır. O bir tərəflərin paraleli haqqında heç bir fikrimiz yoxdur. Yəni, ona əsasən biz bir şey deyə bilmərik. Sadəcə iki qarşı tərəfi bir-birinə paralel olduğunu bilirik. Amma B-nin nəyə bərabər olduğunu bilirik. Ancaq görüntü olaraq kör bucaq olduğunu bilirik. Yəni, deyirik ki, A itidir. O da görüntü olaraq, riyazi olaraq da istəyə bilmərik onu. Yəni, görüntü olaraq A iti bucaqdır. B kör bucaqdır, amma hardan bilək neçə dərəcəyə bərabər kör bucaqdır? Bir də deyib ki, A üstəgəl D 180 dərəcədir. İndi ikinci şərtdə nə deyibdir? A üstəgəl D 180 dərəcədir. İndi
bunu nəzərə almasaq, bunu hətta silək birinci, nəzərə almayaq. Bizə B-ni indi verməyibdi. A üstəgəl D-ni deyir sadəcə. İndi bura alfadırsa, onda bura nə olacaq? 180 çıx alfa. Cəmi 180-dirsə əgər. İndi belə olan halda biz nə başa düşürük? Yenə bax bu iki tərəf bir-birinə paraleldir və bunlarda A bucağından D bucağı daxili bir tərəfli bucaqlar olur. Yəni buradan da onu başa düşürük ki, bu iki tərəf də bir-birinə paraleldir, amma birinci şərti istifadə eləmirik. Bu dəfə BC-nin AD-yə paralelliyini bilmirik. Bu iki tərəf bir-birinə paralel olanda biz başa düşürük bu fiqur trapesiyadır. Yalnız iki tərəfi paralel olan fiqura trapesiya deyilir. Yəni AB DC-yə paraleldir. Onda deyirik ki, bu trapesiyanın oturacağı AB-dir. Bir oturacağı AB-dir, digər oturacağı da DC-dir. Ancaq ikinci şərt əsasən. Birinci şərt əsasən də trapesiya olurdu. Bir oturacaq BC, digəri AD-dir. Amma ikisini birlikdə istifadə edəndə bu tərəf bu tərəfə paralel, AD BC-yə paralel, DC AB-yə paralel. Yəni qarşı tərəfləri cüt-cüt paralel və bərabər olan dördbucaqlıya biz nə deyirdik? Paraleloqram. İndi başa düşdük ki, iki şərti birlikdə istifadə eləsək nə olur? Bu fiqur paraleloqram olmuş olur. Amma biz onun B bucağını, yəni paraleloqramın kör bucağını tapa bilmirik axı yenə də nəyə bərabər olduğunu bilmirik. Onda yenə də deyirik ki, şərtlər kifayət deyil. Yəni iki şərtlə birlikdə ancaq paraleloqram olduğunu tapdıq. Baxaq 73-cü suala. M və N natural ədədlərdir. İndi birinci şərtə baxaq. M-i 2-yə bölərkən alınan qalıq 1-ə bərabərdir. Ədədi 2-yə böləndə alınan qalıq 1-ə bərabər olursa, deməli həmin ədəd tək ədəddir. Qalıqsız bölünürsə, deməli cütdür. Deməli buradan başa düşürük ki, M təkdir. İndi görək bu şərt M-in üstəgəl 1-in cüt yaxud tək olduğunu müəyyən etmək üçün kifayətdir. Natural ədəd olduğunu demişdi M və N-in. İndi N-in biz təkliyini cütlüyünü bilmirik. Əgər N təkdirsə, M-in hasili nə olacaq? Təki təkə vuranda tək olacaq. Üstünə 1 gələndə cüt olacaq. Deməli, N təkdirsə, burada cüt olur. Yox deyək, N cütdür. Onda M-ə vuranda nə olacaq? Təki cütə vuranda cüt olacaq. Üstünə 1 gələndə, yəni tək gələndə, yəni cüt ədəddən sonraki ədəd olacaq nə? Tək. Yəni birinci şərt kifayət eləmir. İkinci şərtə baxırıq. İkinci şərtə baxanda N-i 4-ə bölərkən alınan qalıq 1-ə bərabərdir. Yenə ədəd 4-ə böləndə, ədəd 4-ə qalıqsız bölünürsə, əgər birinci qalıqsız bölünürsə, deməli o cüt ədəddir. Yox, qalıq 1 alınırsa, deməli həmin cüt ədədin üstünə 1 gəlməliyik də, qalıq 1 alınsın. Deməli buradan başa düşürük ki, N təkdir. N ikinci şərtdən təkcə başa düşürük ki, N təkdir. Yenə eyni şey. N təkdirsə, M-in qiymətini bilmirik. M tək də ola bilər, cüt də ola bilər. Həmin variantı göstərdim. Biri tək, biri cüt olanda gördük ki, həmin bu cəm M-in üstəgəl 1 tək də ola bilər, cüt də ola bilər. Deməli, bu da kifayət eləmədi. Bu da kifayət eləmədi ayrı-ayrılıqda. Yox, ikisi birlikdə görürük ki, ikisi birlikdə nə görürük? M də təkdir, N də təkdir. Hər ikisi təkdir. Onda M vurulsun N hasili tək olacaq. Üstünə 1 gələndə, yəni növbəti ədəd olacaq cüt. Deməli, M-in üstəgəl 1 cütdür, ikisi birlikdə kifayət elədi. Deməli, C variantı. 74. 28 litr şirə ilə 3 litrlik, 5 litrlik və 7 litrlik qabı doldurdular. 2 şərt verilmişdi. Doldurulmuş qablardan 3 litrlik ancaq 2 dənə idi. İndi birinci şərtə baxaq. Birinci şərtdə deyir ki, doldurulmuş qablardan 3 litrlik ancaq 2 dənə idi. Deməli, geriyə neçə litr qalır? 28 çıxılsın 2 vur 3. Bərabər olurmu 22 litr? Deməli, 22 litri biz 7 litr və 5 litrlik qablar vasitəsilə doldurmalıyıq. İndi biz elə sayda 5 litrlik götürməliyik ki, geriyə qalan 7 litrlik qablara tam doldurulsun və artıq şirə qalmasın da. İndi bu nə ola bilər? 22 litri 5 litrlik və 7 litrlik qablara nətər doldura bilərik? Təbii ki, bu ikini görürük biz sonda. Deməli, bizə dənə 7 litrlik qab olmalıdır ki, həmin o 7 litrlik qabı çıxanda geriyə qalan 5 litrlik qablara tam bölünsün.
Bir dənə 7 eləyəcək 7. 22-dən 7 çıxanda deməli 3 dənə də 5 litrlik qab olur da. Bir dənə 7 litrlik olacaq, 3 dənə 5 litrlik. Başqa variant ola bilməz. 2 dənə 7 litrlik desəz, çıxsaz görəsiniz ki, 8 eləyir. O 5 litrliyə bölə bilmirik 8 litri. 3 dənə desəz, geriyə 1 litr qalır. Təbii ki, onu da bölə bilmirik 5 litrlik qablara. Ona görə bu vəziyyətdə gördük ki, 2 dənə 3 litrlik, bir dənə 7 litrlik, 3 dənə də 5 litrlik olur. Deməli, buradan müsbət cavab gəldi. Tapma bilirik. Doldurulmuş qablardan 5 litrlik ancaq 3 dənə idi. İndi 3 dənə 5 litrlik olanda neçə litr şirə qalmış olur? 28 çıxılsın 3 vur 5 bərabərdir neçə? 28 çıx 15-dən 13. 13 litrli də 3 litrlik və 7 litrlik qablara nə cür doldurmaq olar? Başa düşürük ki, ancaq bir dənə 7 litrlik qaba doldura bilərik. Çünki 2 dənə doldursaq artıq 13 litrdən çox olur. 7 litrliyə bir dənə doldurandan sonra geriyə 6 litr qalır. Onu da 2 dənə 3 litrliyə doldurmaq olar. Yəni buradan da başa düşdük. 3 dənə 5 litrlik, bir dənə 7 litrlik, 2 dənə 3 litrlik. Yəni bu 28 litr şirəni 3 litrlik, 5 litrlik, 7 litrlik qablara ancaq bir cür doldurmaq olur və həmin cür doldurmağı da həm birinci şərt, həm ikinci şərt vasitəsilə tapa bilirik. Neçə dənə 7 litrlik qab olduğunu. O da olur ayrı-ayrılıqda. Həm bir, həm ki kifayətdir. Düz xəttdə A, B, C və D nöqtələri elə qeyd edilmişdir ki, A nöqtəsi ən solda, D nöqtəsi ən sağda, B nöqtəsi isə A və C nöqtələri arasında yerləşir. İndi buna uyğun şəkil çəkək. Deməli, bu olsun bizim düz xəttimiz. Deyir, A nöqtəsi ən solda. Bura olsun A. D nöqtəsi ən sağda. B nöqtəsi isə A və C nöqtələrinin arasında yerləşir. Burada bir yerdə B olsun. A və C-nin arasındasa deməli C B-dən sağda olmalıdır. Amma ən sağda da D olduğuna görə deməli C B ilə D arasında olmalıdır. Deməli A, B, C, D belə sıralama ilə düzülübdür. İndi nə deyir? AC parçasının uzunluğu 12 cm-ə bərabərdir. Nəyi tapmaq üçün? BC parçasının uzunluğunu tapmaq üçün. İndi təbii ki, biz başa düşürük ki, AC-nin uzunluğu 12 olsun. İndi bizə nə deyir? BD parçasının uzunluğunu tapmaq üçün. Biz hardan bilək BD parçasının uzunluğu nəyə bərabərdir? Maksimum götürüb bu AB ilə BC-ni cəmi 12 olan 2 ədəd şəklinə göstərə bilərik. O da demirəm hansı ədədlərdir. Yəni bilmirik hansı olduğunu. X-dən 12 çıxılsın X şəklində. Oradan da üstünə CD gəlməliyik. Birinin üstünə. Həmin tutaq ki, bura X olsa BC. Üstünə də bəlli olmayan CD-ni gəlsək o cür tapa bilərik. Amma nətər tapaq? Mümkün deyil. İndi ikinci şərtə baxaq. İkinci şərt deyir, BD parçasının uzunluğu 10 cm-ə bərabərdir. İndi buradan BC parçasının uzunluğunu biz bilirikmi? Yox, əlbəttə tapa bilmərik burada. Niyə? Çünki BC parçası ən azından bizədən onu bilirik ki, AC-dən qısadır. Amma nə qədər qısadır bilmirik. Onun bir hissəsidir, amma hansı hissəsi olduğunu bilmirik. İndi ikinci şərtə baxaq. BD parçasının uzunluğu 10 cm-ə bərabərdir. Yenə həmin şəkli çəkək. Deməli, bura olacaq A nöqtəsi. Bura olacaq B. Bura C. Burada D. İndi nə deyir bizə? BD parçasının uzunluğu 10 cm-dir. BD. Yenə eyni şəkildə. Biz bilirik ki, burada BD 10-dur, amma BC-ni hardan bilək? Yəni BC sadəcə onu bilə bilərik ki, ondan kiçikdir. Çünki BD-nin bir hissəsidir. Amma nə qədər kiçikdir, hansı hissəsidir bilmirik. İndi birlikdə istifadə eləsək, həm deyir BD parçasının uzunluğu 10 cm-ə bərabərdir, həm də AC-nin uzunluğu 12 cm-ə bərabərdir. BC-ni tapa bilərikmi buradan? Yəni üstdəki şəkildə birləşdirək. Bura 10-dur. Toplam. İndi gəlin belə eləyək. Bura X deyək BC-yə bizə lazım olan. Bura X-dirsə, CD nəyə bərabər olacaq? Yəni BD-nin qalan hissəsi. 10-dan X-i çıxacaq. Oldu 10 çıxılsın X. Bura nəyə bərabər olacaq? AB. Bütün AC-nin uzunluğu 12-dirsə və BC də X-dirsə qalan hissəsi. Yəni AB də olacaq 12 çıxılsın X. Təbii ki, biz buradan tapa bilmərik BC-nin nəyə bərabər olduğunu. Bütün parçanın uzunluğunu versəydi bir də,
Hə, onda tapa bilərdik. Nətər tapa bilərdik? Yazacaqdıq 12 çıx x topla x topla 10 çıx x bərabər olacaqdı hansısa bir ədədə. Orada nə tapacaqdıq? X-lərin biri islah getdi. Burada bir dənə x qaldı. Yəni 22 çıx x hansı ədədə bərabər olacaqdı? O ədəddən də təbii ki, bir dəyişənli sadə bir tənlikdən x-in nəyə bərabər olduğunu, yəni BC-nin nəyə bərabər olduğunu tapardıq, amma verilməyib bütün parçanın uzunluğu. Ona görə biz tapa bilmirik iki şərti istifadə edəndə də. Verilən şərtlər kifayət deyil. 76. A və n natural ədədlərdir. A 2 rəqəmlidir. A üstü n isə 4 rəqəmli ədədə bərabərdir. Sadalananlardan n hansına bərabər ola bilər? Yəni 2 rəqəmli ədədin qüvvəti hansı qüvvət olsa, hansı natural qüvvət olsa, bu A üstü n ədədi 4 rəqəmli ədəd ola bilər. İndi baxaq. Burada 1-ə olduğu kimi eləcə də 2-yə, burada yəni nəzərdə tutduğu şey, yəni həm 1-ə, həm 2-yə bərabər ola bilər n. İndi baxaq görək ola bilərmi? Təbii ki, 1-ə bərabər ola bilməz. 2 rəqəmli ədədlər, yəni A-nın ala biləcəyi qiymətlər 10-dan 99 arasındakı natural ədədlərdir. Burada yazaq A daxildir natural ədədlər çoxluğuna. Deməli, A natural ədəd olmalıdır. Təbii ki, A n1-ə bərabər olanda A üstü n 4 rəqəmli ədəd ola bilməz. Çünki ən böyük ədədi belə götürsək A üçün 99 üstü 1 99-dur. Nətər ən azı 1000 bərabər olsun, yəni 4 rəqəmli ədəd olsun. Deməli, bu variant olmayacaq 1 olmadığına görə. 2-yə və 3-ə bunu buraxıram, çünki doğru variantı nəyə görə doğru olduğunu görəcəyik. 3-ə olduğu kimi eləcə də 4-ə. Burada 4 olmayacaq. Yəni, nəyə görə olmayacaq? Çünki ən kiçik natural ədədin 4-cü qüvvəti belə, onun 4-cü qüvvəti belə eləyəcək 10.000. Yəni, 5 rəqəmli ədəd olur. Digər A-lar üçün də, yəni daha böyük A-lar üçün daha böyük ədəd eləyəcək. Yəni, minimum 5 rəqəmli ədəd olacaq onsuz da digər A-lar üçün də. 4 olmadığı kimi onda 5 də olmayacaq, daha da böyüyəcək. Yəni, ən kiçik A üçün 10 üçün daha da böyüyəcək. 6 da olmayacaq. Yəni, gördüyünüz kimi burada 4, 5, 6 da olmur, 1 də olmur. İndi 2-yə bərabər ola bilərmi? Təbii ki, ola bilər. Bəlkə kiçik A-lar üçün 4 rəqəmli ədəd olmayacaq. Amma A üstü n-də onu ödəyən A-lar var. Yəni, A üstü 2 elə A-lar var ki, 4 rəqəmli ədəd olsun. Məsəl üçün, 32-ni götürəndə elə 1024 olur. Yəni, 32-dən etibarən olan A-lar, çünki 32-nin kvadratı 1024 olur. Yəni, buradan etibarən natural ədədlər 4 rəqəmli olur. Ta 32-nin kvadratından başlayacaq deməli. 99-un kvadratda biz bilirik ki, 100-ün kvadratı, təbii ki, 100-ü nəzərə almıram, 100-ün kvadratı 10.000 eləyəcək. Yəni, 99-un kvadratı bundan kiçikdir, o da 4 rəqəmli olacaq. Yəni, 32-dən 99-a kimi olan A-lar üçün n2 olanda A üstü 2 4 rəqəmli ədəd olur. 3 olmağı üçün isə, təbii ki, onun özünü götürəndə belə 10 üstü 3 bərabərdir 1000. Elə bir dənə A bizə kifayət idi, onsuz da ola bilər deyir. 1000 4 rəqəmlidir. Ta hansı ədədə kimi 10.000-dən kiçik olmalıdır, yəni 4 rəqəmli qalmağı üçün. O da ayrı bir məsələdir, onu tapmaq. Fikirləşəndə belə biraz 20-ni götürsək, biz 8000 əldə eləyəcəyik. Artıq 20 ilə 30 arasındakı hər hansı bir ədəddir. Böyük ehtimal çox 20-yə daha yaxın. Həmin ədədin 3-cü dərəcədən qüvvəti 10.000-dən kiçik olacaq. Deməli, 2 və 3 uyğundur burada. 77. Deməli, fasiləsiz eyni templə işləyən traktorla torpaq sahəni şumladılar. Saat 13:30 dəqiqə üçün, yəni 13:30-dakı saat üçün torpaq sahəsinin 1/3 hissəsi, saat 14:00, yəni 2 üçün 2/1 hissəsi. 2/1 hissə 3/1-dən daha çoxdur, ona görə artım gedibdir. Torpaq sahəsini saat neçədə şumlayıb qutardılar. Görürük ki, biz 13:30-dan 14:00-a kimi yarım saat vaxt keçibdir, yəni 30 dəqiqə. 30 dəqiqəyə hansı hissəsi şumlanıbdır? Yəni, başda 3/1x idi. Sonra 2/1x oldu da. Deməli, 2/1x çıxılsın. 3/1x. Bunları ortaq məxrəcə gətirək. 6-dır. Yəni, 6-da 3x
çıxılsın 6-da 2x bərabərdir 6-da 1x. Torpaq sahəsinin x olsa, onun altda 1 də altda 1 x-i də. Deməli, yarım saat ərzində torpaq sahəsinin altda bir hissəsini şumlayıblar. Bəs bütün sahəni şumlamaq üçün, yəni x-i şumlamaq üçün nə qədər vaxt lazımdır? 6-da 1 üçün 30 dəqiqə lazımdırsa, bütün sahə, yəni 1 tamamı üçün neçə dəqiqə lazımdır? Onun üçün də burada x ilə qeyd edilmiş, onlar bir-birinə bərabər dəyişən olmayacaq. Sahə ilə 1 saata lazım olan dəqiqə, ona görə başqa bir dəyişən götürdüm. Deməli, burada da çarpaz vuraq, düz mütənasib olduğuna görə 30, yəni 1 vur 30-dan bərabərdir 6-da 1 y-ə. Deməli, y də bərabərdir 30 böl 6-da 1, o da vur 1-də 6, yəni vur 6. Bərabərdir 180 dəqiqə, çünki 30 da dəqiqə idi burada, bu da y də dəqiqədir. Dəqiqə. Deməli, 180 dəqiqəmiz də biz bilirik ki, neçə saatdır? 3 saat. Deməli, bütün sahəni şumlamaq üçün 3 saat lazımdır. Biz onu tapdıq. İndi bəs nə qədər hissəsi qalmışdı? 14:00-da əgər bütün torpaq sahəsinin 2-də 1 hissəsi şumlanmışdısa da, yəni 2-də 1 x-də o da elə bərabər neçəyə? 6-da 3 x-ə. Bizə geriyə 6-da 3 hissəsi də qalmayıbmı şumlanmağa? Biz onu bildik ki, bütün sahəni 3 saata şumlayır. Bizə də digər yarısı qalıbdı artıq 6-da 3, hətta 2-də 1-dən də gördük onsuz da onu. Digər yarısını şumlamaq üçün də, yəni bütün sahəni 3 saata şumlayırsa, digər yarısını şumlamaq üçün də 1 saat yarım lazımdır. O da 14:00-ın üstünə 1 saat 30 dəqiqə gələndə neçə eləyəcək? Saat 15:30. Deməli, 15:30-da bütün sahəni şumlayıb qutaracaq. 78-ci sual. Uzunluğu 30,1 sm, eni 15,1 sm, hündürlüyü isə 10,1 sm olan düzbucaqlı paralellepiped formalı qutuya 5 sm uzunluqlu tilli olan kublar yerləşdirməlidirlər. Belə qutuya maksimum neçə kub yerləşdirmək olar? Sadə bir sualdır. Burada belə göstərək. Deməli, birinci belə bir şəkil çəkəcəm. Bura uzunluq olsun, uzunluq üzrə. Bura n üzrə. Buradan da hündürlük üzrə qalxsın. Buranı həmin paralellepipedin bir təpəsi kimi başa düşün. Yəni elə bir otağın küncü kimi də, yəni burada otaq formalı. Otaq formalı oxşamır, yəni alçaqlığına görə. Amma nə isə, buranı bir təpə kimi başa düşün. Biz başa düşürük ki, bura eni neçə demişdi? Bura 15,1 olsun. Uzunluğu 30,1 olsun. Hündürlüyü də neçə? 10,1. Biz başa düşürük ki, bu kubun tilləri 5 sm, bütün tilləri bir-birinə bərabərdir kubda. Deməli, hündürlük üzrə neçə kub yığmaq olar? 2 dənə kub qoymaq olar da. Üçüncüyü qoymaq üçün hündürlüyün 15 sm olmaq lazımdır. Heç kubun özünü çəkmirəm, kvadrat çəkirəm, yəni sadəcə bir üz. Deməli, bir dənə də kub qoyandan sonra artıq üçüncünü qoymaq olmur. Niyə qoymaq olmur? Çünki artıq orada 0,1 sm-lik yer qalır. 10 sm-nə qoymuşuqsa, onu qoyanmırıq. N üzrə neçə dənə qoymaq olar? 3 dənə qoymaq olar. Bu biri, bu ikisi, bu da 3-ü. Burada da 0,1 sm artıq qalır. Artıq ora qoya bilmirik. Kub. Uzunluq üzrə neçə dənə qoymaq olar? 6 dənə. 30,1-i 5-ə bölürük. Olur 6. 0,1 yenə artıq qalır. Birini artıq qoymuşuq n üzrə qoyanda. 3, 4, 5, bu da 6. Burada da yenə 0,1 sm artıq qalır. Yəni, oturacaq üzrə 3, 6, 18 dənə yığdıq. Hündürlük üzrə də, yəni həmin yığdıqlarımızı 2-yə vuracaq. 2 dənə elə sıra var. Yəni, toplam elə bu kvadratların sayını, kubların sayını bir-birinə vuracaq. Hündürlük üzrə 2, n üzrə 3, uzunluq üzrə də 6 dənə. Toplam neçə dənə olacaq? 36 dənə kub. Deməli, cavab C. Baxırıq 79-cu suala.
Hücrədə 4 qırmızı və 1 göy karandaş vardır. Salome hücrədən eyni vaxtda 2 karandaş götürməlidir. Salome tərəfindən götürülmüş hər iki karandaşın qırmızı olduğu ehtimal nəyə bərabərdir? İndi 4 qırmızı, 1 göy karandaş var. İndi bizdən soruşur ki, 2 karandaş götürəndə onların hər ikisinin qırmızı karandaş olma ehtimalı nəyə bərabərdir? Deməli, başda götürəndə 5-də 4-dür. 5 karandaşdan 4-ü qırmızıdır. Vurulsun, sonra da 4 karandaş qalır. 4-dən 3-ü qırmızı olduğuna görə 4-də 3-ü. Eyni anda götürdü, fərqli anda götürdü. Heç bir fərqi yoxdur. Yəni bu üsul hər iki vəziyyətə uyğundur onsuz da. Yəni çünki o ikinci götürdüyü karandaş üçün ehtimal artıq dəyişir. Burada da bunlar ixtisar gedəndən sonra qalır 5-də 3-dür. Deməli, həmin ehtimal C bəndi. 80-ci sual. Evi rəngləmək üçün 2 boyaqçı kirayəlilər. Onların haqqını əvvəlcədən verdilər. Hərəsinə A-ları. Boyaqçılar evi bütünlüklə rənglədilər. Birinci boyaqçı 6 gün, ikinci boyaqçı isə ancaq 2 gün işlədi. Onların hər ikisinin günlük gəlirinin eyni cür olması üçün ikinci boyaqçı birinci boyaqçıya neçə ları verməlidir? Hər ikisinə eyni qədər pul veriblər. Amma fikir verin, normalda rəsi 4 gün işləyəsi idi, yəni gündəlik maaşlarının bərabər olmaq üçün. Amma birinci boyaqçı ikincinin əvəzinə 2 gün də işləyibdi. Onda təxmini belə başa düşmək lazımdır, heç həll eləmədən. Yəni əslində görmək olur onu. Deməli, ikinci boyaqçı öz maaşının yarısını, çünki normal işləməli olduğu vaxtın yarısı qədər işləyibsə, öz maaşının yarısını birinci boyaqçıya verməlidir. Yəni A bölü 2 olacaq cavab. Amma təbii ki, şifahi həllə təkcə göstərmirik. Bunu yazılı həllə də çevirək. Deməli, başda hərəsində A-lar idi. Bu birinci boyaqçı olsun. Bu da ikinci. İndi deyir, ikinci birinciyə nə qədər verməlidir ki, öz pulundan onların gündəlik maaşı eyni olsun. İndi deməli, tutaq ki, x qədər versin. A çıxılsın x. Amma həmin x-i də A ilə ifadə eləməliyik, həmin məbləği. Onda bu x layihəsini buna verəndə bunun A çıx x layı qədər pulu qalır. Bunun da olur A üstəgəl x layı. İndi A üstəgəl x toplam birinci boyaqçının əldə eləyəcəyi gəlir olur. Gündəlik əldə eləyəcəyi gəlir də nədir? Toplam gəlir bölünsün gün sayı. Bərabər olsun deyir, ikinci boyaqçının gündəlik əldə eləyəcəyi gəlir. Böl 2. İndi buradan 2A çarpaz vururuq. Topla 2x bərabərdir 6A çıx 6x. İndi biz nə edirdik? X-li A ilə ifadə etməyə çalışırıq. X-ləri bir tərəfə, Y-ları bir tərəfə. Burada 8x olur. 2x topla 6x-dən bərabərdir. 6A-dan da 2A çıxanda 4A. X də bərabərdir 4A. Bölünsün 8-ə. Bunlar ixtisar gedir. Burada 2 qalacaq. O da dediyim kimi başda A böl 2 ları verməlidir ki, buna gündəlik gəlirlər eyni olsun. Burada da oldu D. 2019-cu ilin ümumi qabiliyyət imtahanı riyazi hissəsini yekunlaşdırdıq. Sağ olun, salamat qalın. Gələn görüşlərdə 2019-cu ilin ümumi qabiliyyət imtahanı riyazi hissəsini yekunlaşdırdıq. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.